Hanımlar ve canablar, şovun aparıcısı Murat Dadaşov. Axşamınız xeyir olsun hörmətli xanımlar və cənablar, əziz tamaşaçılar, bizə baxan milyonlarla insanlar ATV telekanalında M Group Production Maşın 17 Hind kinosunun növbəti seriyasını sizə təqdim edir. Maşın reality şousu buradan Bakının paytaxtı Crystal Hall'un gözəl zalından yayımlanır bütün dünyaya və o deməkdir ki, Maşın bu gecədə sizə gözlənilməz və unudulmaz bir gecə bəxş edəcək. Beləliklə, gecəmiz başladı, axşamınız xeyir olsun. Əziz dostlar, Maşının Hind kinosu məhz baş sponsorumuzun dəstəyi ilə Nar. Biz hər zaman bu adı deyərkən Azərbaycanda mükəmməl bir rabitədən bəxş edirik. Narın full kimi bir tarifi. Full 9, cəmi 9 manata siz 300 ölkə daxili dəqiqə və 1 GB yarım internet kazanırsınız. Bu 300 dəqiqə ilə siz ölkə daxili bütün mobil operatorlara və hətta şəhər nömrələrini zəng edə bilərsiniz. 1 GB yarım isə ürəyiniz istəyən kimi sərf edə bilərsiniz. WhatsApp'da, YouTube'da və ya digər sosial şəbəkələrdə sadəcə full 9 yazın, 777 nömrəsinə göndərin və tam pulsuz şəkildə full tarifinə keçin. Əziz dostlar, xatırladıram ki, artıq bir neçə gündür ki, bu aksiya baş verib və başlayıb və bu çox gözəl bir aksiyadır. Narla bərabər düşündük. Narın çox gözəl təklifi vardı bu barədə. Məsələ ondadır ki, Nar abunəçiləri, 18 yaşdan yuxarı olan abunəçilər, əlbəttə Maşın reality şousunun çox böyük bir maraq dairəsindədir bütün auditoriyamızın və yalnız Nar abonentləri bax belə bir xoşbaxt bir imkana maliklər. 70-77'ye SMS gönderməklə, tam pulsuz bir SMS, onu vurğulayıram, tam pulsuz bir SMS gönderməklə onlardan biri müəyyən bir gün, 2 gündən sonra, mən səhv etmirəmsə, düzdür mü dostlar? 2 gündən sonra artıq seçilir və birisi gün seçilir və bir bəxtəvər insan o Nar abunəçilərdən biri mütləq bizim şoumuzun iştirakçısı olacaq. Tam bir gün iştirakçılarla bizim ulduzlarla bir vaxt geçirəcək. Nar təşəkkür edirik bu gözəl imkana görə. Nar deyir ki, çünki daha çoxuna layiqsən, gəl bizə qoşul. Əziz dostlar, yarışmanın 8-ci gecəsidir və Maşın ətrafında 12 nəfər qalıb. O deməkdir ki, 6 nəfər üçün Maşın artıq əldən gedib və mübarizə çox maraqlıdır. Bizdə adətən belə bir şey yox idi. Mübarizə adətən bizdə çox qaynar başlayırdı. Finala yaxın sakitləşirdi hamı. Hamı niyyətinə çatırdı. Mən dünən dedim ki, burada çox maraqlı bir mübarizədir. Mən bu haqda bugün xüsusi vurğulayacağım və dünəndən tamaşaçılar yazırlar, sosial şəbəkələrdə bizə müraciət edirlər və mənim açıqlamam böyük bir rezonans yarattı. Mən indi o açıqlamaya bir təfərrüat da verəcəm. Və bugün gəlin baxaq görək səs vermə necə olub. Amma sonuncu dəfə bu 12 nəfər bərabər Nissan avtomobili ətrafındadılar. Nazilə Səfərli! Alqışlarınızla Nazilə Səfərli. Neçə gün Nazilə xanımın adı xüsusi vurğulanır. Maşın şouda sanki onu bir qara qüvvələrin kraliçası kimi qələmə verirlər. Bilmirəm nə dərəcədə doğrudur. Ranar Musayev. Maşın ətrafında adı heç də Nazilədən geri qalmır. O da Ranar'ın da iştirakı çox böyük bir marağa səbəbdir. Jose Bernardo. Jose Bernardo da bizimlə bərabər. Dünənki günün qəhrəmanı, həqiqətən də. Jose Bernardo'nun göz yaşları milyonlarla qızların ürəyində vallahi çox böyük bir sevgi yarattı. Jose dünən istəməyənlər vuruldular Jose'yə. Ramil Nabran. Alqışlarla Ramil Nabran. Maşının çox maraqlı düşünən bir iştirakçısı. Həyalə Quliyeva. İndiyə nə qədər yaşlığa, doğru sözlərə inanan bir insandır. Çox sevgi ilə dolu bir insan. Sərxan Kərəmoğlu. Maşını ondan yaxşı tanıyan çox az iştirakçı var. O maşını tanıyır, maşını isə onu. Aydan Axundzadə. Aydan Axundzadənin iştiraki şouda mövcudluğu çox böyük bir
suallar doğurur. O barədə ki, Aydan kimlədir, hansı məqsəd güdür və hansı qruplaşmadadır? Bəlkə özü bir qruplaşmada Aydan. Bu suala cavab tapacağıq. Səmra Rəhimli. Şıltaq qızımız Səmra maşının qarşısını necə kəsibsə, əvvəlcədən deyir ki, ya mən, ya da ki, yox. Kim gedirsə getsin, mən maşını buradan icazə verməyəcəm çıxsın. Dilarə Kazımova dostlar. Dilarə Kazımova şoumuzun iştirakçısı ve bugün çok maraqlı bir libasda karşımızda. Samir Cavadzadə. Bu dinməyən, danışmayan Samiri nədənsə maşının belə deyim də mühərriğini xodlayan insanların biri kimi adlandırırlar. Bilmirəm nəyə görə. Talih Yüzbəyov. Sakit yansa da Talih'in de oyunda bir xüsusi bir özlüğünə məxsus bir talihi var. Gəlin baxaq görə haraya qədər çatacaq bu. Və ən nəhayət Mənsur Şərif. Bilmirdim ki Mənsur'u əsəbləşdirmək üçün 2 kəlmə söz lazımdı ama sən demə bu sakit deyib gülən oğlan çox əsəbi bir insandı. Tez əsəbləşir. Neyse. Dostlar, bu maşın reality şousunun iştirakçılarıdır. Bir neçə dəqiqədən sonra 3501, 3510 və 3550 nömrələri ixtiyarınıza gələcək. 4501, 4510 və 4550 nömrələr də geçsin deyənlərin ixtiyarını. Mən xatırladıram ki, biraz fəal olun səs vermədə. Üstəgəl maşınshow.az internet səhifəsində də bütün dünyadan bizə baxan insanlar öz bank kartlarıyla rahat şəkildə Azərbaycan mobil operatorlarının abonentlər deyilsə, o zaman rahat səs verə bilərlər. Mən xatırladıram ki, maşın reality şousunu bütün dünyada baxırlar. Rusiyadan çox sayılı zənglər gəlir. Ukrayna, Belarus və keçmiş SSR dövlətlərindən. İrandan bizə nə qədər baxan insanlar var. Mən buradan xüsusilə İran tamaşaçılarını, orada yaşayan insanları xüsusi alqışlayıram. Ona görə o qədər çox mesaj, o qədər fəaldılar. Sağ olsunlar, var olsunlar. Və əlbəttə Avropa, Amerika və digər ölkələrdə bizə baxan insanların sayı çoxdur. Kimsə YouTube'da bizim kanalımızda baxır ama o zaman siz de, biz de hamımız gəlin görək bugünkü günün namizədi kimdir? Jose Bernardo. Əl çəkmirlər Jose'dən. Talih Yüzbəyov. Dilarə Kazımova. Mənsur Şərif. Səmra Rəhimli. Ramil Nabran. Samir Cavadzadə. Təkrar olunan ad yoxdur hələ ki. Ranar Musayev. Ranar Musayev. Aydan Axundzadə. Aydan Axundzadə. İki şəkil Aydanda, iki şəkil Ranarda. Mən belə başa düşürəm ki, son həll edici şəkil bu ikisindən birinindir. Sizcə kimin? Hörmətli iştirakçılar, bilməyən, əvvəlcədən danışılmayan bir vəziyyətdə siz kimə səs verdiniz, bilirsiniz yoxsa yox? Siz nə fikirləşirsiniz, əziz tamaşaçılar? Kimin şəkli ola bilər? Ranar Musayev, siz bugün rahat dincələ bilərsiniz. Aydan Axundzadədir burada. Aydan Axundzadə, yaxınlaşın mənim yanıma. Dəvət edirəm əzizim. Mən Aydan Axundzadəni birincisi çox yaraşıqlı, gözəl bir xanım kimi tanıyıram. Çox istedadlı bir aktrisa kimi tanıyıram. Çox alicənab, davranışlı bir dostum kimi tanıyıram. Və çox istəyirəm xətrini. Həqiqətən belədir. Bu həqiqətən belədir. Aydanın keçən oyunda da, keçən maşınlarının birində də iştirakı mənim üçün çox yadda qalan oldu. Ona görə də qərar aldıq ki, Aydanı bir daha dəvət edək. O da sağ olsun, təşrif buyurdu, bizimlə bərabərdir. Aydan, bu maşında açıq deyim, sən olaraq müraciət edim, illərin dostuyuq mən. Sən bu maşında, belə deyim, maraqlısan, amma
maşını daxilən izləyənlər üçün. Tamaşaçılar səni tanımır. O zaman ona görə deyirəm ki, indi bütün fikrini, qüvvəni, niyyətini topla və bir dəqiqə vaxt ərzində inandır bizə əziz tamaşaçıları, nəyə görə maşın sənə lazımdır və sən maşına lazımsan. Diqqət ekranlara, Aydan Axundzadənin bir dəqiqəsi. Axşamınız xeyir. Düzdür, bu maşında mən hələ özümü göstərə bilməmişəm. Əvvəlcədən deyim ki, biz bura sənət nümayiş elətdirməyə gəlmirik. Biz bura insanlıq keyfiyyətləri bagajı ilə gəlirik. Ola bilər ki, mən sizin qarşınıza, tamaşaçıların qarşısına hələ heç bir sənət nümunəsi təqdim eləməmişəm. Amma insani keyfiyyətlərimi də çatdırıb göstərə bilməmişəm. Oyun boyunca mən yox, buradakı iştirakçılar mənim necə insan olduğumu göstərəcəklər və oyunun axırında əgər mən burada qalsam, mən özüm sizə kim olduğumu göstərəcəm. Mənim nə imkanlı dostlarım, nə bel bağladığım insanlar, sadəcə bir Allahımdır, bir ailəm. Çox şükür. Və sonda onu demək istəyirəm ki, mən bura gələrkən hər kəsə demişəm ki, heç kim gücü çatmayanı əl atıb məni dəstəkləməsin. Burada sadəcə olaraq məni mən kimi saxlamağınızı istəyirəm. Tamaşaçılara səslənirəm, səs gözləyirəm. Versəz də sağ olun, verməsəz də. Aydan Axundzadə, hər iki iştirakçısı əzizim, çox sağ ol. Maşın ətrafında ol, bizimlə ol, tərpənmə, heç yerə getmə, əlini götürmə, siz də əlinizi götürməyin. Nə Aydan Axundzadə dediyi ilə səs topladı, nə səs toplayıb digərini çıxartdı. 12 iştirakçı bugün maşın ətrafındadır. Sonuncu dəfə bərabərsiz. Bugün ən azı bir nəfər şounu tərk edəcək. Bu Aydan Axundzadə və ya soruşacağım, bəlkə onun seçdiyi bir insan olacaq, bilmirəm. Azərbaycanda isə məişət texnikası və elektronika sayəsində ilk dəfə olaraq kredit yarmarkası keçilir və bu barədə mən sizə məlumat vermək istəyirəm. Bu yarmarkada Optimal, dostlarımız Optimalın bütün ölkə üzrə yerləşən 71 filialında təşkil olunub. Burada siz Bosch, Vestel, Samsung, LG, Sony kimi dünya brendlərini istər faizsiz, istər komissiyasız, istər ilkin ödənişsiz, istərsə də hamısı birdən bütün növ kredit şərtləri 15 dəqiqə ərzində rəsmiləşdirə bilərsiniz yerindəcə. Təkrar müştərilər üçün isə 3 aylıq kredit müddəti Optimaldan hədiyyə. Üstəlik 31 dekabradək bütün bu məhsullar endirimli qiymətlərə 15 aylıq tam faizsiz taksit kartları ilə əldə edə bilərsiniz. Optimal keyfiyyəti əlçatan edir. Optimal bizim dostlarımızdır və sabah gün başlayarkən vaxt vermədən Optimala müraciət edin. Səs vermək isə belədir. Xatırladıram ki, maşınshow.az saytında və artıq nömrələr qarşınızdadır. Vaxt vermədən siz artıq bilirsiniz, bunu təkrar eləməyə ehtiyac yoxdur. Mən isə bir sualla müraciət eləmək istəyirəm. Bu vacib bir sualdır. Mən düşünürəm ki, Aydan bu suala açıq-aşkar cavab verə bilər də, bilməyə, yəni deməyə də bilər. Yəni, heç kim qınamayacaq. Oyunun şərtlərini Aydan açıqlaya bilərsən hədəfini, yəni hədəf demək, strategiyanı nəydən ibarətdir? Aydan Axundzadə axı niyyətli çıxıb ora, yox? Yox? Mənim bugün ümumiyyətlə xəbərim yox idi ki, mən tribunaya çıxacam. Bu bir. İkincisi, bugün heç kim heç nə qərar vermədiyinə görə mənə elə gəlirdi. Ona görə biz sadəcə olaraq Talih ilə danışmışdıq ki, birbirimizin şəklini atırıq. Kənarda dayanaq, okey. Bu da bəlkə bir strategiyadır. Sonra elə oldu ki, Xosa gəldi, dedi ki, mən kör-köranı Aydanı atdım. Talih dedi, onda mən atmıram, birdən səs çoxluğu ola bilər. Talih məni atmadı. Okey. Necə ola bilir? Yəni səs vermə vaxtı, mən xatırladım ki, şoudan 1 saat öncə səs vermə olur. Demək, Xosa getdi, səs verdi, qayıtdı, dedi ki, elə oldu, elə mi? Getdi, səs verdi, qayıtdı, onda dedi. Dedim, rahat ol, narahat olma. Yeməkdə birdən Sərxan mənə qayıtdı ki, mən sənin şəkli atmışam, Dilarəni götürdüm, amma sənin şəklin gəldi əlimə. İndi nə dərəcədə səhv salmaq mümkündür, bilmirəm. Üçüncü insanı bilmirəm. Və mən bunları qoyaq bir qırağa. Mən demişdim, oyunun şərtlərindən əlavə, mən sadəcə olaraq fərd kimi demişdim ki, bu oyunda əgər mən sizdən xahiş eləsəm ki, mənim şəklimi atın, mən tribunaya çıxmaq istəyirəm, təbii ki, o zaman ixtiyarınız var məndən hədəf istəməyə. Mən onu sizə deyəcəm, sizi sığortalayacam. Yox, əgər ki, mən tribunaya çıxmağı bilmədən mənim adım çəkilsə və mən tribunaya getsəm, mən tam ixtiyarla və tam sakit ürəklə deyə bilərəm ki, mən hədəfimi açıqlamıram.
Vəssalam, bu qədər. Aydan, sənin şəklini üçüncü atan şəxsi tapmaq niyyətindəsən, yoxsa yox? Təbii ki, niyyətindəyəm. Niyyətindəyəm. Mənə elə gəlir ki, bugün ərzində bəlkə də süjetlərdə də olub o ötəri, bəlkə də burada elə o insan özünü bildirəcək. Belə bir sual verim. Yəni, ola bilsin ki, o şəxs bilə-bilə səni çıxartdı qabağa bugün və səni buradan uzaqlaşdırmaq istəyir. Belə bir fikir var ki, elə bir iştirakçını ora çıxardaq ki, o səs toplamasın, tamaşaçılar onu o qədər də dəstəkləməsin. Aydındır. O zaman hədəfin varmı bu dəqiqə, yoxsa yox? Hal-hazırda beynimdə, bəli, iki hədəf var. İki hədəf var. Amma bilirsən ki, ikisindən birini seçəcəksin. Təbii ki. Elə bir seçim edə bilərsən ki, ikisi də bir anda əlini götürüb getsin. Hər şey ola bilər Murad müəllim, amma yenə də mən hədəf açıqlamama ixtiyarımdan istifadə edib. Tamam. O zaman aydındır. Aydan Xonzadə hədəfini açıqlamır. Tam ixtiyarındadır. Qanunu pozmur, qaydalara pozmur. Aydan Xonzadəyə səs verənlər səs versin, səs verməyənlər əleyhinə səs versin. Hər halda bilin ki, iki hədəfi var. Deyilənə, yəni düşündüyünə, hədəf əlbəttə ki, sonunda biri olacaq, amma düşündüyü iki nəfər adamdır. Ranarın keyfi pozulub günün əvvəlindən. Mən belə başa düşürəm, şou başlayandan Ranarın keyfi yoxdur. Keyfi yoxdur ona görə ki, səs verməyə çıxmadı və ya keyfi yoxdur ona görə ki, özünü hədəf hiss eləyir. Yox, mən o barədə danışsam, deyəcəyiz ki, o bugün mövzusu deyil. Ona görə heç Aydanın ora çıxmağı ilə bağlı deyil bu. Sonda günün mövzusundan sual verim. Aydanın çıxmağı Ranarın xeyrinədir, yoxsa yox? Mən dəqiq deyə bilmərəm bunu. O qədər. Yəni, mən bilirəm ki, hədəf mən deyiləm, amma bura maşın şoudur, burada nə istəyirsən ola bilər. Əlbəttə, əlbəttə elədir. Gün ərzində maraqlı hadisələr baş verir və bu hadisələrdən bu söhbətləri yığa-yığa, xırda-xırda biz sonda kimin necə addım atmağını artıq başa düşürük. Gəlin baxaq, diqqət ekranlara. Gün ərzində baş verən söhbətlərdə bir fragment. Ramin, sən bilsən nə qurban oldun? Bir-birimizə deyir ya, məsəl üçün, mən sənin şəkil atadım, sən eşidirlər bunu. Qıraqdan da gelirlər, dank bir dənə də özləri sənət atırlar, dank sən çıxdın ora. Hardan çıxdın? Allah bilir hardan çıxdın. Mənim şəklim bilinmədən atılsa, mən risk ayılsam ki, tribunadayım, mən hədəf açıqlamayacağım. Yox, mən gəlib xahiş eləmişəmsə şəklimi atın. Onda mən sizə artıq hədəfimi deməliyəm. Sən sabah çıxaracaqlar tribunada. Ya, burası kimən çıxardacaq? Sən bəlkə də yenə məsələn, sabah bir də gördün ki, heç xəbərin olmadan kimlərsə atdı şəklini çıxartdı sən. Onda sən çıxıb polunu deyə bilərsən ki, mən hədəfi demirəm. Mənə xəbər eləmişdi. Mən ona görə deyirdim ki, burada bir-birini tanımayan insanlar buradan ola bilər ki, dost gedəcəklər. Dost gələnlər buradan düşmən gedə bilərlər. Kalo. Ranar adı gəldi. Bunu Dilarə də bilirdi. Bunu... Siz gördüğünüz Ranar Radde değildi. Ben kimi çıxartmaq istəyirəm, onu mən demişdim. Aha. Ani Aydan kimi çıxartmaq istəyirəm. Aydan Dediler ki, mən bilirəm kimi Ranarı, sonra dedi yox. Yəni Ranar deyil. Yox. Nazillə Səfərli o zaman əlini qaldırdı, buyursun. Axşamınız xeyir olsun. Demək, məsələ burasındadır ki, veriliş başlayan gündən hamı deyir ki, qruplaşma var və onun başında Nazilə Səfərli durur. Amma əslində qruplaşma da yoxdur və onun rəhbəri də yoxdur. Sadəcə fəal oyunçular var. Və buraya gəlmişik biz oyun oynamağa. Burada, nə bilim, süddən çıxmış ağ qaşıq rolunu heç kim oynamasın. Və mən biraz da şahmat oynamağa başladım. Bura gəlməzdən də qabaq demişdim ki, bu oyunu şahmata bənzədirəm. Mən belə dolandım. Birinin ağzından qapdım ki, Aydanı atmışam. Baxdım, hamı tək-tək atır. Mən Aydanı bura zəif oyuncu kimi çıxartmıram. Mən Aydanı bura güclü oyun kimi çıxardıram. Çünki Aydanın güclü strategiyası olmağına çox əminəm və ona çox inanıram. Və bilirəm ki, oyun göstərəcək və lazım olan insanı buradan çıxarda biləcək. Kimə lazım olan insanı? Mən o maraqlıdır. Sizə mi, Aydanın özünə mi? Əzim, mən oynayıramsa mənə maraqlı olmalı. Əlbəttə, 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 əlbəttə elədir. Bəli, Sərxan Kərəmoğlu. Bu
burada bir şey de var. Aydan xanım dedi ki, mən nə qədər inanım bilmirəm. Aydan xanım, özün bilərsən, istərsən inan, istərsənsə inanma. Çünki sənin xanımlığın, sənin insanlığın, yəni o keyfiyyətlərin hamısı mən bildiyimdən də bir 50 qat artıq oldu burada mənim üçün. Mənim üçün çox dəyərlisən. Sadəcə olaraq mənim biraz təzyiq məsələsində problemim olduğuna görə bura bizim sponsorlardan gəlmişlər, şokolad gətirdilər. 6-sını, 7-sini birdən yedim. Nəfis söhbətdə saxlaya bilmədim. Valla o səs vermədə iştirak eləyənlər də bilər. Axtardım, Deliyanın şəklini axtarırdım. Mən Aydanı əlimə alanda belə, yəni istədim sənin şəklini atamda. Yəni Mən sən çıxarda bilərəm. Və onu da qeyd edeyim ki, Aydanın əlinlə çıxmağı belə özümə şərəf bilirəm. Əvvəldən deyim. Ay Allah, gəlin baxaq nəticələr, hələ bilinmir nə olur ya. Hələ heç nə yoxdur. Nəticələr bu dəqiqə necədir? Hörmətli rejissorlar, xahiş edirəm, prodüserlər, bu dəqiqə nəticələr necədir? Hamı Aydanın tərifinə keçib. Baba, nə olub belə? Hələ bəlkə Aydan saç toplamadı, yox Səmra? Mən istərdim ki, Aydan səs toplasın. Onlar sizə deyim niyə? Çünki mən bu adamı çox sevdim birincim. O həmişə dürüst idi. Mən bunu deyə bilərəm. Və həmişə deyirdi ki, mən dürüst olacağım və dostlarımı heç vaxt pis vəziyyətə qoymayacağım. Və mən ona inanıram buna görə. Dilarə, Amma Dilarə, hədəfimiz burada bir ola bilər. hədəfiniz bir ola bilər. Bir ola bilər yəni. Bir ola bilər. Bir ola bilər. O zaman onun üçün də dəstəyindəsən. Onun üçün də dəstəyəm. Bəli, razıyım, niyə də yox? Mən də eləyərdim. Amma digər tərəfdən hamı deyir ki, qruplaşma yoxdur. Vallahi qruplaşma yoxdur. Vallahi mən əminliklə deyə bilərəm sizə ki, həqiqətən qruplaşma yoxdur. Sadəcə bir daha təkidlə deyirəm və mən şounun sonuncu gündə açıqlayacağım bunu. Diqqətlə baxın, bax qulaq asın mən dediklərimə. Bu şouda elə bir xüsusiyyət var ki, Nazilə Səfərli, açıq deyirəm, biraz yəni, çox qapalı danışıyorum. Nazilə Səfərli, Sərxan, Ranar, bunlar kimi insanları 2 nəfər idi əvvəlcə, bir kişi, bir qadın iştirakçı, sonra bunlara bir qadın iştirakçı da qoşuldu. Bax, bu 3 nəfər bu adamları veriblər qabağa. Güya bunlar qruplaşma rəhbəridir. Nazilənin özündən xəbər yoxdur ki, burada heç bir qruplaşması yoxdur. Nazilə kimlə əlbir olmaq istəyirsə, yalnız Sərxan gəlir yanına və digərləri. Oyun tam başqa insanlar tərəfindən idarə olunur. Hörmətli tamaşaçı, mənə inanın, mən artıq bunu görürəm. Və mən bu insanları burada maşın ətrafını görürəm. Bu insanlar tam olaraq sizin ağlınıza gəlməyən bir iştirakçıdır. Yəni onlar heç belə fəallığın 0 dərəcəsindədirlər burada. Başa düşürsünüz kimdən söhbət gedir? belə olanda nə Nazilə Səfərlini, nə Sərxanı görmək, nə yemək yediyimiz yerdə, nə bir, yəni bizi tapmaq imkansız bir şeydir. Yəni bizi heç kim görə bilməz. Nə Naziləni, nə məni. Niyə? Yox, biz yəni çəkilirik öz. Bəli, çəkilirsiniz, amma məncə vaxt itirirsiniz. Ona görə ki, siz artıq burada bir vaxt gedir. Mən xatırladıram ki, o intriganın üstünü açım. O insanlardan biri şoya ilk dəfə qatıldı. İlk dəfə qatılmış bir insan. Bu qədər. Mən isə ilklər haqqında danışanda Rabitə Bankın ilk kredit kampanyasına da bir ilk yaşayacaq insanları təbrik etmək istəyirəm. Rabitə Bankın bu xidmətində faydalanan insanlara uğurlar arzulayıram. Kreditin şərtlərinə əsasən keçmişdə kreditli olmayan müştərilərə illik cəmi 20%-də 36 ay müddətinə 15.000 manatadək nağd pul kreditləri təklif olunur. Rabitə Bank 25 il Azərbaycan bank sektorunda fəal, dayanmadan çalışan bu gözəl qurum bax belə bir gözəl təkliflə qarşınıza gəlir. Sadəcə yaxınlaşırsınız Rabitə Bankın istənilən filialına və ilk kredit məhsulunu soruşursunuz. Bankın 23 xidmət məntəqəsində qısa müddət ərzində və minimum sənədləşmə ilə ilk kredit əldə etmək mümkündür. İnanıram ki, ilk kreditiniz heç vaxt unudulmayan qalacaq. Təşəkkür edirəm. Rabitə Bankla iş görürsünüzsə, bilin ki, faydasını, xeyrini görəcəksiniz. Təşəkkür edirik Rabitə Banka və bir daha 25 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirik bankın rəhbərliyini və bütün əməkdaşlarını. Çox sağ olun.
World Telekom'un isə nisyə dəftəri aksiyası artıq davam edir. Bu aksiya yalnız maşın şou ərzində aktivdir. Deməli, Xiaomi və Samsung modelləri faizsiz və komissiyasız nağd satış qiymətlərdə əldə edən insanlar bu pulu 6 aya hissə ödeyə bilərlər. Bundan əlavə arzuladığınız mobil telefonu, kompüter və ya aksesuarı taksit kartı ilə faizsiz və komissiyasız alıb 18 aya qədər hissə ödəmə imkanınız var. World Telekom sərfəlidir 2555 www.т.az saytı və Telekom Instagram səhifəsində bu dəqiqədə Aydan Axundzadənin xeyrinə səs versəz 100 səs əlavə olunacaq qalsın deyənlərə. ATV telekanalında reklamlar dərhal sonra qayıdır bizə Aydan Axundzadə və digərləri hədəfin kim olduğunu çalışacaq açıqlayaq. Maşındayıq xanımlar və canlar, maşında bugün Aydan Axundzadə aqibəti həll olunur. Maşın reality şousunun iştirakçısı olaraq qalacaq, yoxsa yox? Qərarı siz verirsiniz. Ekrana nömrələri rica edirəm göstərəsiniz. 3501 35 10 35 50 və ya 4501 45 10 41 50 müvafiq olaraq qalsın getsinə. Bütün Azərbaycan mobil operatorlarının abonentləri rahat göndərə bilər. Boş SMS-lər və eyni zamanda maşınshow.com internet səhifəsində maşınshow.az internet səhifəsində siz rahat olaraq bank kartlarınızda müəyyən bir məbləğ ayırıb Aydan Axundzadəni ya saxlaya bilərsiniz şouda, ya da ki vidalaşmağını sürətləndirə bilərsiniz. Mən isə xatırladıram ki, maşın reality şousuna qoşulan təşkilatlardan biri, qurumlardan biri Azərbaycanda artıq uzun müddətdir ki adını möhkəmləndirən, öz məhsulları ilə bərabər möhkəmləndirən Holcim Azərbaycan, ölkəmizdə böyük və strateji layihələrin həyata keçirilməsində imzası olan Holcim Azərbaycan sement zavodudur və biz bildiyimiz bu bizim sementimiz, fəxrlə istifadə etdiyimiz bu bizim sementimiz həm Qaradağ spesial sementi, həm optimal sementi, həm Qaradağın bax belə bir sprint sementi, bütün bu məhsullar Holcim'in birbaşa istehsalından çıxır və Holcim Azərbaycanın reklam və təqdimatlar üzrə mütəxəssisi Mehdi müəllim Ağayev bizimlə bərabərdir. Bugün studiyamızda biz onu ürəkdən salamlayırıq. Xoş gördük. Necəsiniz? Çox sağ olun Murad bəy. Mən də böyük Holcim Azərbaycan ailəsi adından hər bir iştirakçını salamlayıram və hər birinizə uğurlar arzu edirəm. Xalqımızı qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edirəm və sizə və sizin simanızda M Group Production-a böyük təşəkkürümü bildirmək istəyirəm bu gözəl layihəyə görə. Qısaca bir layihələrimiz haqqında bir balaca məlumat verəcəm. Bilirdiyiniz kimi Holcim 1949-cu ildə təməli qoyulmuş sement zavodudur, hansı ki ölkənin birinci sement zavodu sayılır. Hal-hazırda fəaliyyət göstərənlərin arasında bir sıra böyük layihələrə imza atmışıq. Onların arasında Heydər Əliyev adına hava limanı, Bakı metropoliteninin layihələri, Olimpiya stadionu və ələtdə yenicə istifadəyə verilmiş Bakı limanı. Və ən əsasını deyim Murad bəy, bu günlərə həm yerinə düşüb, həm də bəlkə sizə və tamaşaçılarımıza da sirdir. Maşın şounun 17-ci sürətinin keçirildiyi bu əsrarəngiz Bakı Crystal Hall da belə məhz Holcim sementi ilə inşa edilmişdir. Biz ürəkdən təbrik edirik. Gələn ildə Holcim'in 70 yaşı tamam olur. Ürəkdən təbrik edirik. Gələn il böyük bir yubiley ilidir Holcim üçün. Minnətdarıq, təşəkkür edirik. Çox sağ olun. Uğurlar olsun. Qaradağ bizimlədir və bu sponsorumuzun bizimlə bərabər olması biraz insanların əlini möhkəmləndirir. Nəticələr bu dəqiqə belədir. Aydan Axundzadə qalır ya gedir? Diqqət ekranlara. Hamıya maraqlıdır. Aydan Axundzadə qalır və ya gedir? Bu dəqiqə səs vermə bitsəydi Aydan qalırdı. 50,96% səslə Aydan Axundzadə şoumuzda bu dəqiqə bitsəydi səs vermə qalır. Amma şounun səs verməsi bitməyib, davam edir. Və bugün şoumuzda biz bilirsiniz ki bu maşın reality şousundan olan xüsusi bir fövqəladə bir diqqət var. Bütün tamaşaçılar tərəfdən, bütün dünyada yaşayan insanlar bizə baxırlar və bugün çox maraqlı qonaqlarımız olub. Gəlin onlarla bağlı bir süjetə birlikdə baxaq.
filmindəki gəlin pişik. Bu biri. Ranar çəkib, Samiri Göygöz kösəyə oxşadıb. Orada payız da var. Mənsuru oxşadıb Səmra Sıçana. Tıxtıq xanımdakı Sıçana. Və Nazilə xanım Sərxanı Xortdana oxşadıb. Yenildiniz mübarək uşaqlar. Fala baxıram, rəml atıram, maşından yox edirəm. Yeniliniz mübarək olsun. Hövsələm heç yoxdur. Amma evə də getmək istəmirəm. Axalay maxalay küf. Hamınızı yeni təbrik edirəm. Hə. Baxdım, maşına. Dedim olma özgənin. Yeni ildə sən mənim olasan.Ğın. Əziz dostlar, bildiyinizə görə artıq bir neçə vaxtdır ki, elanlar hər yerdə gedir. Artıq ilk olaraq tamaşalar da göstərilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Əziz Leyla xanım Əliyevanın təşəbbüsü ilə bax, belə bir gözəl ailəvi mega show, Cırtdan və Cırtdan Nağlar Aləmində adlı bir mega show artıq işıq yüzü görüb, artıq ilk tamaşaçılar baxıblar. Böyük bir insan izdihamı ilə əhatə olunur bu show. Mən bildiyimə görə 22 dekabr tarixində də bu showunun bütün biletləri artıq bitib. Bir sözlə sevincimizə səbəb əlbəttə ki, bax, belə bir gözəl bir showunun ərsəyə gəlməsidir. Leyla xanım, əziz Leyla xanım niyyətidir ki, arzusudur ki, Çin oldu və eyni zamanda məni xüsusi sevindirən hal odur ki, bu showunun prodüseri, quruluşçu rejissoru mənim üçün çox əziz və doğma olan bir şəxsdir. İndi buraya gələcək, biz dəvət etmişik və onu da vurğulayım ki, məhz bugün bu insanın buraya gəlməsində bir təsadüf yoxdur. Məsələ ondadır ki, bu insan vaxtı ikən ilk maşın reality şousunun bir neçə sürətinin rejissoruydu mənim əziz dostum İlham Qasımov və bu tamaşanın əsas qəhrəmanı İlham Qasımov və Cırtdanımız bərabər. Xoş gördük əziz dostumu, xoş gördük. Dostlar, Cırtdan, bu həmən qəhrəman, həmən Cırtdandır. Xoş gördük dostum. Necəsən? Yaxşıyam. Ürəkdən şadam. Salam İlham. Neyniyək? Elə bir ki, 7 il görüşmürdük. Xoş gördük dostlar, necəsiz? Salam. Murad, bir sözü qeyd edeyim. İlk dəfə mən onun maşın şovuda o zaman gördüm ki, uğurlu layihənin sübutu nədir? Əgər kadr arxasında əyləşənlər və burada yığışanlar, tamaşaçılar onu görmürlər. Düzdür, kameranı döndərsə hamısı sifətlərini yığışdıracaqlar. Amma əgər onlar da maraqla baxırsa, xadimə keçirsə, işini dayandırıb, boylanırsa, operator baxır, zarafata gülürsə, deməli, layihə uğurludur. Biz ilk maşının birinci sürəti mənim yadımdadır. 2005-ci ildə bəli, çox düşünmüşdük, fikirləşirdik ki, necə eləyək, qaydaları falan necə olacaq, amma reality showdur. Bunu sınaqdan keçirmək mümkün deyil idi. İlk verilişi olanda biz hamımız məətəl qalmışdıq ki, bu nə baş verir burada? Biz nə fikirləşmişik ki, layihə o gündən bugünə qədər flagman birincidir və çox populyardır və buradan indi hal-hazırda çalışan komandanın üzvlərinə buradan çox sağ ol deyirəm, uşaqlar keyfiyyəti saxlamışsınız və daha da çox yüksəltmişsiniz. Alqışlar sizə. Əziz dostlar, mən xatırladıram ki, bu şounun həm ilk addımlarından, həm də uzun müddət ərzində biz İlhamla daxilən, yəni biz bir dostluq, həyatı boyu bir dostluq bərabər çalışmışıq uzun illər. Amma bu layihənin, bax bu Cırtdanın uğruna mən xüsusi sevindim. Ona görə ki, mən bildiyimə görə ölkədə ilk dəfədir ki, bax belə bu miqyaslı İlham, belə bir böyük bir iş baş verir, belədir. Tamamilə doğrudur. Biz düşündük ki, cizgi filmlərimiz hal-hazırda istehsal olunmur. Hətta bizim qəhrəmanlarımız, Cırtdan, Tıxtıq və digərləri, balaca uşaqlar onları o qədər də yaxşı tanımır və istədik ki, onu bir balaca reanimasiya eləyək. Yəni ki, bir yeni nəfəs qataq. Bizim İbrahim Süleymanlı, İbrahim necəsən?
Yaxşıyam. Necə keçir tamaşalar? Əla. Düzdür, ilk premyeramız olubdu. Sən bundan sonra digər tamaşalara hazırsan? Bəli. Onu da qeyd edeyim ki, əziz dostlar, bizim Murad müəllim qeyd elədi ki, ilk tamaşamıza biletlər satılıbdır, digər tamaşaları hələ var və bütün vəsait toplanan tamaşalardan xeyriyyə xərclənəcəkdir. Və hər birinizi səbirsizlə gözləyirəm, biletlərin sayı məhduddur, onu da qeyd edeyim. Əgər biletləri almamısınızsa, indidən alın, çünki nəinki uşaqlar, hətta böyük adamlar da olmuşlar, onda çox zövq almışdılar. Uşaqlar, bir sözlə alınan hər bilet mən belə başa düşürəm, bir həyat xilas etmək imkanındadır. Vaxtımızı səmərəli keçirdi, ailəmizlə, övladlarımızla birlikdə keçirir. Xüsusilə belə bir zövqlü, gözəl bir şouda hamımız bərabər. İnanılmaz bir şou Baku Kongress Hall'da, Kongress mərkəzində keçirilir. Hamını orada gözləyir. İlhama mən dərin təşəkkürlər bildirəm gəlişinə görə. Bir daha təşəkkür bildirəm bizimlə uzun müddət çalışdığına görə və bugün də hər bir uğruna bir doğma insan kimi sevinirəm. İlham, uğurlar. Teşekkürler dostum, kardeşim. İbrahim, uğurlar olsun. Cırttanımız. Her birinize teşekkürler. Hamını Cırttan Nağıllar Aleminde şovusunda gözlüyoruz. Ve buradan, bu şovdan, bu stüdyodan bir daha əziz Leyla Hanım'a özlərin təşəkkürümüzü bildiririk. Hər zaman Leyla Əliyeva Azərbaycanda həqiqətən də qayğıkeşliyi, bir mehribançılıq, bir sevgi rəmzidir. Və Leyla Hanım'ın hər bir təşəbbüsü böyük sevgi ilə qarşılanır tamaşaçılar tərəfdən və bu dəfədə bax belə bir uğurun əsas təməli məhz onun saf niyyətindədir. Uğurlar olsun. İlham, təbrik edirəm, təbrik edirəm. Həm premier ilə həm uğurlu. Cırtdan indi. Gelmeyecek. Uğurlar olsun dostlar. Teşekkür ederim. Çok sağ olun. İlham Qasımov ve bizim cırttanımız bak bile bir güzel bir şovda sizi gözləyir dostlar. Vaxt itirmeyin. Əziz tamaşaçılar, əziz insanlar, Maşın Reality şovusunda həqiqətən də doğma insanların toplanan, bir-birini görüşən bir məkanıdır və biz bu arada yenə də xatırladıram ki, nar abonentləri şanslıdırlar. Ona göre ki narın abonentləri bilirlər ki, hem güzel imkanlar kazanırlar narın abonenti olarak ve aynı zamanda da nar ve onun təqdim ettiği full tarifi bu tarifin diğer operatorlarda olmayan özelliği size diyeyim. Tutaq ki ayın sonunda ve ayın sonudur ve sizin hələ də 150 dəqiqəniz qalıb deyək ki. Biz öyrəşmişik ki bu dəqiqələr ay tamamlandı, növbəti aya keçmir, yanır. Ama bu belə deyil. Narla her şey başka cürdür. Full tarifinde ise belə şey yoktur. Bonuslar yanmır, növbəti aya keçir ve eyni qayda internet bonuslarda aittir. Yani siz ne istifade etmemişse bu hiç yere yanmır, hiç yere itmir. Yalnız növbəti aya keçir ve siz bonusa bonus katırsınız. Bu narın imkanlarıdır, narın teklifləridir. Faydalanın. Maşına qaydırıq. Aydan Axundzadə. Aydan, vaxt keçdi, kifayət qədər vaxt keçdi. Qərarlaşa bildiniz mi, yoxsa yox? Qərarlaşa bilmişəm əslində. Sadəcə olaraq burada bir şey demək istəyirəm. Mənim çox vaxt dediyim o şeylər getmir efirə. Əslində, bayaq burada reklam arasında çaxnaşma düşdü biraz. Xəyalə, neçə gündür sən narahatsan. Mən başa düşmürəm niyə. Çünki mən səni hədəf kimi görməmişəm. Sən mənə gizlində nə fikirləşmirsən, neynəmirsən ki, sən narahatsan? Niyə özünü hədəf kimi görürsən? Yox, mən səbəbi deyim niyə. Mən ona görə narahat deyirəm. Adətən Murad müəllim, əgər, yəni aydan ora çıxıb hədəfini açıqlamır, bu onun təbii haqqıdır, açıqlamaya bilər. Çünki qabaqcadan qız şərtin deyib ki, məni açıq aydın atsaz deyəcəm. Bu heç aydan qalır bir tərəfdə. Mən sualım iştirakçılaradır. Adətən hədəf açıqlanmayanda hamı narahat olur, düzdürmü? Bəlkə mənəm deyə. Niyə bu qədər rahatdılar? Yox, ağlamaq yox. Niyə rahat? Hədəf aydın, aşkar, hardasa 90% mənəm. Bir iştirakçı xəyalədir bu narahatçılıq səbəbi. Ki, bir mənim xəbərim yoxdur. Belə çıxır ki, hədəf mənəm. Yəni, mən oyuncuların arxayınlığına görə deyirəm mən. Xəyələnin tam haqqıdır, mən tərəfində. Yox, yəni, mənim səndən heç bir problemim yoxdur. Sən başa düşdünmü mən nə demək istəyirəm? Mən oyuncuların arxayınçılığına görə soruşuram onlardan. Niyə arxayınsız, əziz dostlarım? Bir mən narahatamsa, belə çıxır ki, hədəf mənəm, deyil? Mən xəyələnin tərəfindəyim, tam başa düşürəm ki, nəyi deyir və razıyam. Bir alqışla da rica ederim. İnsan bu andan deyir ki, dostlar, çıxmışsınız, rahatsınız.
bəlkə narahatçılıq, mən o qədər rahat ola bilmərəm. Hər vaxtınız xeyir olsun. Mən bu oyunda bilirsiniz nəyi görürəm? Kimdən soruşanda ki, kim oyun oynayıb bilir? Vallahi mən oynamamışam. Bu gedir oyunda. Mən mərd insanları sevirəm, qorxaq insanlardan xoşum gəlmir. Aydan Axundzadə mərd insandır. Ona səs istəyirəm, qalmağını istəyirəm burada. Aydan kimi çıxardacaq o zaman? Bu mərcəsinə çıxıb burada cəsarətli kimin adını çəkəcək? Ay Samir. Narahat olmayın. Mən narahat deyiləm. Mən sizə görə narahat ola bilərəm, yoxsa yox? Mən narahat deyiləm. Siz də narahat deyilsiniz. Demək, Aydan Axundzadə ilə Samir Cavadzadə məqsəd olaraq bir nəfərin adını niyyət tutublar. İndi xəyalə deyəndə ki, əzizlərim, mən bundan xəbərsizəm. Deyəndə ki, mən narahatam. Siz niyə rahatsınız? Aydan, buyurun. Yəni sözü kiməsə ünvanlamıram. Yenə də narahatçılıq yaranmasın, yəni lazımsız narahatçılıq. Mən sadəcə oyunun əvvəlində dedim ki, oyun boyunca mənim kim olduğumu mən yox, oyunçular göstərəcək. Burada kimsə rahat dayanırsa, kimsə ya nə dəstək olmursa, nə də getsinimə istəmirsə, demək o insanın mənim artıq qabımdakını bir bildiyi var. O insanı da tamaşaçılar tanıyırsa, onun güzgüsündən məni görə bilərlər. Aydan, amma eyni zamanda gəlin razılaşaq ki, necə ki bir iştirakçı digərin adını çəkməyib, hədəf açıqlamırsa, digər iştirakçının da bir haqqı var ki, hədəf olaraq özünü də yəni ehtimal olaraq düşünsün. Və xəyalənin mən hesabım tam ədalətlidir mövqeyi və tam rahatdır. Amma bir şey Murad müəllim deyim ki, mən yenə də əgər narahatam, şübhələnirəmsə ki, mən ola bilərəm, demirəm, amma dəqiqliyi ilə əmin ola bilmərəm. Mən yenə də... Soruşun da o zaman. Yox, soruşmaq istəmirəm, amma mən yenə də Aydan üçün getsinə səs istəmirəm. Niyə görə? Çünki mən demişəm, mən o adam üçün getsinə səs istəyərəm ki, açıq aydın üzümə desin ki, hədəf sənsən. Yəni Aydan adınızı çəkmir, amma əleyhinə səs istəmirsiniz. Adını çəkmir, okey. Artıq belə danışmazsınız, getsinə səs istədiniz. Yox. Sən niyə ortada fıs? Sən mənim canım. Sən niyə? Mən getsinə səs istəmirəm. ATV'də reklamlara ayrılıq. Ay, Samir. Reklamlar ATV telekanalında. Dostlar, Aydan Axundzadəyə səs verənlər fəal olun. Əleyhinə səs verənlər, siz də fəal olun, öz mövqeyinizi bildirin. Aydan indiyənə qədər heç kimin adını çəkməyib burada. Hədəf kim olduğunu demir. Xəyalə nədənsə, bəli, deyir ki, qərarlaşmışam, amma ad çəkmədi. Xəyalə nədənsə hədəf olaraq özünü hiss edir, ona görə də artıq mübarizəyə qatılmaq niyyətindən, amma yenə də deyir ki, Aydanın əleyhinə səs istəmirəm, amma qəti. Nəysə, Samir Cavadzadə nə? Aha. Yəni qaçsın. Mən deyəndə ki fıs hardan deyirsiniz, Samir oradan çıxır, olsun. Yəni problemi yoxdur. Siz oturursunuz, deyirsiniz ki, bütün günü biz efirdə, bizlə işiniz olmasın, əmrə sonra bir də görürsünüz, fıs şəkili atdılar. Elə belə eşitmişdik. Mən dedim elə belə eşitmişəm. Mən şəkili atıb gələn kimi, mən Aydana dedim ki, Aydan, sənin şəkilini dəyişik salıb mən atmışam sənin şəkilini. Nə olsun dedin, atandan sonra nə olsun dedin? Birinci dəfə mən demişəm Aydana. Və Aydanın da ki qalmasına, belə də ki, Aydanın hardasa burada ham rahatlı elə bilirlər ki, mən də elə bilirəm ki, hədəf mən ola bilərəm. Aydanın qalmasına səs istəyirəm, qoy Aydanın əlindən çıxım gedim buradan. Bu qədər. Bu da bir strategiyadır. Heç bir strategiya deyil, ilan. Getmək istəyirəm, yəni getsin Aydan özü. Mən hədəf açıqlamamışam və heç kimdən də mənə dəstək olmağı istəməmişəm. Mənim çıxıb orada, mənə dəstək olan insanı belə çıxarda bilərəm. Ona görə də demişəm ki, dəstək istəməyin. İstəmirəm, dəstək istəmirəm Aydana. Səhv elədim, məni bağışlayın. Ramil Əlan, diqqət. Əgər Aydan xanım açıqlamırsa rəqibini və biz burada rahatıqsa, bu artıq qruplaşmanın bünövrəsidir. Bünövrəsidir, yoxsa siz artıq qruplaşıbsınız? Bu hələ ibtidai sinifdir. Biz ali məktəbi bitirib gəlib durmuşuq. Onda bu ilə sən ali məktəbə yola salarıq. O sən elə gəlir. Binövrə deyəndə artıq 8-ci mərtəbəni bitirirsiniz, artıq pəncərə qapıları vururlar. Bəli, bəli. 7, bəli, 6... 11-ci oteldə artıq mansar tikib, Ramil. Yaxşı, indi Talih, buyur. Deyir Ramin, amma çox qəribə bir şey baş verir neçə gündür. Vrocibə hər şey fikirləşilir, gəlir, səs verməyə az qalmış, bir dənə low düşür, kimsə manipulyasiya edir və səs vermə nəticəsini biz də tamaşaçılarla eyni vaxtda görürük. Bu niyə çıxdı? Yəni belə bir şey var və mən bəzi insanları artıq tutmuşam benimdə, inşallah
Gələn günlərdə çıxıb tribunada öz oyunumu oynayacağam. Aydan təmiz oynayan Bugün getməsən. Bugün getməsəm, hə, inşallah. Girmə ehtimalı yüksəkdir Aydan, yoxsa yox? Talih qalın Həm gedir fikir səncə? olmuşuq, amma bilmirəm. Burada biraz oynamaq, biraz gərilmək, biraz ağır atlet olmaq lazımdır. Sən Mənim burada heç kimlə pis münasibətim yoxdur. Belə şey Və yoxdur. hətta Amma Nazlı xanım, bir şey deyim, bir dəqiqə. Biz belə deyirik, amma Aydanın 3 şəkli çıxıb ortaya. Birini Talih atıb. Yox? Xose, üzr istəyirəm. Xose atıb birini. Etiraf edib ikincisini atıb Sərxan Kərəmoğlu. Üçüncü kim olduğunu Nazilə xanım. Bəs mən birinci dəfədən deyirəm, mən Maraqlı atmışam. üçlükdür. Bəli, xəylə buyur Əzim. Xanım oturmuşdu orada, qalxdı mənə dedi ki, mən səni finalda görürəm. Sonra dedi ki, Mənsurun şəklini ataq. Dedim, yaxşı, getdi, şəkil atdı, gəldi, mən Mənsur atdım, sən də Mənsur atdın, mən yaxşı, getdim, Mənsur atdım. İndi deyir ki, Aydanın səs şəklini atmışam. Oyunudur. Oyun Tam oynayıram. oyun qaydalarını zid attım deyil. Oyun Bəli, oynayıram, buyurun. qardaş, elə şey olar. Kimi səslərdə. Sonra qulaq asırlar, gəlib iminə orada kimi şəklini eşidirlərsə onun şəklini atırlar. Bu dediyimi yaddan çıxarmayın. Bugün nə bir dənə söhbət eşitmişəm. Əvvəla Nazilə xanımın özünə, əqidəsinə böyük hörmətim var. Burada tanış oldum və çox dərin səmimiyyətimlə deyirəm ki, halallığı ilə yaxşı insandır. Nazilə xanım. Amma oyun taktikasını aparır, o da gözəl söhbətdir. Mən bu ilə bir dənə söhbət Tam eşitdim. haqqı var. Əlbəttə ki. Sabah, bax deyim ki, indi bəli, buyurun. Nazilə xanım, siz bu söhbəti eləmişdiniz və eşitdim mən bu söhbəti ki, Aydan oğlanları çəkib özünü verib oğlanların yanına ki, onların nə bilim dayağını tutsun, nədir belə bir söhbət olur. Yox, yox. Mən o söhbəti eşitmişəm. Yox. Məndən eşitmisən? Bəli. Kameralar açıq olub, verin o kadrı var. Qızlarla danışırdın özdə o söhbəti. Verin o kadrı var. Nə kadar, bir dəqiqə, pardon, anlamadım. Hamı düşür indi kiminsə üstünə, deyirsiniz ki, siz dediyini eləmirsiniz. Siz də eləməyin də dediyinizi. Kim sizə vadar edir ki, dediyinizi eləyəsiniz? Hans, yəni kiminsə dediyini eləməyin də. Öz istədiyinizi eləyin. Nazilə xanıma kimsə deyiblər ki, at onun şəklində, o gedib atmayayım. Qanuna nə ziddir ki burada? Mən birinci gündən diktəyə getmişəm Murat müəllim. Mən heç kimin diktəsi ilə oynamıram. Əzizim, mən heç kimin diktəsi ilə oynamıram. Mən hesablamışdım ki, burada bir dənə Aydanın 2 şəkili çıxa bilər. Sərxandan bir xəbər idim. Mən gəzişdim bir xeyli. İndi biz burada niyə oturmuşum? Cizgi filminə baxırıq. Düz arada göstərsiniz, sağ olun. Amma normal olaraq mən oyuna gəlmişəm və oyun adrenalini istəyirəm. Və birinci gündən 2 dəfə də bu tribunaya çıxan insanam. Hədəf də olmuşam. 9'unuz birdən əlinizi də qaldırmışsınız. Üstümə şığımısınız da ki, yaxşı adamsan amma yaxşı yol sənə. Düzdür. Bunların hamısına dözmüşəm. Bugün nə getməkdən qorxmuram, nə oynamaqdan qorxmuram. Oynayın da. Vəssalam. Xose buyur. Yadınıza gəl 2 oyun bundan qabaq mən proqnozlar vermişdim. Nara xanım, sonra Allah verdi müəllim. Üçüncünü biraz sonra açıqlayacağım üçüncü adı. Təxmini, mənim təxminlərim. Yəni bugünə təsadüf edirsən dediklərini. Təxmini, üçüncü çıxıb. Aydan növbəti dəfə müraciət edirəm sadəcə sualla. Sizəmi və ya bu oyunun sizin çıxmağınızın prodüseri olan Samirəmi? Xose indi mənə bax uşaqlar, redaktorlar çatdırırlar ki, həmən gün üçüncü adam olaraq Xose Bernardo xəyalənin adını çəkmişdi. Bəli, elədir. Üçüncü olaraq Ranarın adını çəkmişdi. Ranar idi. Mən bildiyimdə də. Onda elə çıxır ki, bu ardıcılığı sizdən yaxşı bilən yoxdur. Sadəcə yadınızda saxlayırsınız Xose'nin dedikləri. Çünki biz gülürdük ona. Deyir ki, mən deyənlər çıxır bir-bir. Ya mən deyir, ağzım faldı, ya da ki sonra deyəcəklər ki, mən qruplaşmadım. Aydan, siz ona gülmürdünüz. Siz onu ciddi eşidirdiniz və hətta onun ardıcılığına hə deyirdiniz. Biz nədənsə siyah olaraq Xose'nin siyahısını adlandırdıq bu ad sadalamağını. Amma sən demə heç bu Xose'nin siyahısı deyildi. Bu Xose sadəcə səsləndirdi. Müəyyən dərəcədə sadərif insandı. Səsləndirdi, amma sən demə ki, eşitdiyini dedi də, eşitmədiyi deyə bilməz axı. Sanki burada bir qruplaşma var. Ranarı da inandırırlar ki, sən bizimlə bərabərsən, amma Ranarı qəbul eləmirlər, ona qədər. Ranar ehtimal olaraq, sən bikeyfsən və mən bilmirəm bu bikeyfdir, niyə Ranar adətən deyib gülən insandır və bugün bikeyfdirsə,
ya hədəf olacaq insan Ranarın ürəyincə deyil, amma Ranar barışmalıdır bu qərarla. Ona görə ki, qruplaşma bunu belə qərar verib. Və ya ikinci variant, Ranar özü hədəf olmalıdır, sonunda söhbət dəyişdi. Yoxsa necə? Yox, mən əlbəttə ki, mən Aydanın hədəfi ola bilərəm, ola bilərdim. Sən özü bugün səs verməyə çıxa bilərdin. Söyleyeyim, çünki bu maşın şouda yendidə mən şey ola bilərəm, amma mən 100% bilirəm ki, Aydan əgər məni hədəf seçsəydi, o mənə açıq elan edərdi bunu ki, mən onunla mübarizə aparmaq hüququm olsun. Bu onu edərdi. Eləmirsə... Demək, digərinin belə bir hüququ yox. Ha? Digərinin burada elə bir hüququ yox. Yoxdur. Deməyəcəkdi Aydan. Mən demişdim ki, mənim şəklim, mənim xəbərim olmadan tribunaya çıxsa, mən hədəf açıqlamayacağam, özünə də deməyəcəm. Mən onu demişdim. Əgər ki, mən özüm xahiş eləsəm, onda hər kəsin ixtiyarı var, bilsin ki, mənim hədəfim kimdir, özünü sıxır. Aydındır. Yəni, Nərgizin burada səs toplamayın, açıq-aşkar Nazilə Səfərli adı çəkməyi və səs toplamamağı hamıya bir qulaqlarında bir sırğa oldu. Hamı başa düşür ki, yox, gəl açıq-aşkar mübarizəyə qatılmayaq. Bəli. Əlavə eləmək istəyirəm ki, yəni mən necə dedim ki, Nazilə xanım mənə gedəyim Mənsura səs verir. Bu o demək deyil, Nazilə diktə eləyir, mən də onu dediyini eləyirəm. Sadəcə biz düşünürük ki, bir adamın şəklini 5-6-dan atmayaq deyə, hərənki 2-2 olsun səs verməklə, SMS-ilə çıxsınlar. Ona görə deyirik... Mehriban bir insandır bu xəyalə. Sən mənə diktə eləyib onun şəklini at deyə göstəriş verməni ki, biz say hesabına görə dedik ki, gəl onu ataq. Mən oyun oynayıram qızım. Oyuna gəlmişəm. Boyundur. Nə qədər tez öyrəşsəz bu oyuna o qədər yaxşıdır. Bu Səmra necə rahatdır neçə gün? Səmra deyib gülür, sanki burada deyil. Maşındadır, amma öz gözəl geyimlərlə çıxır ortalığa. Gözəl bir, bəli, oturub ekranlar baxır. Hər dəfə kamera onu tuşlayanda salam göndərir. Səmra sanki bütün hamının sevimlisidir. Səmra sanki bu oyunda yoxdur. Bəli, indi gözdəyməsin. Səmra, Aydanın Səmra adı çəkməyi nə qədər ehtimalı yüksəkdir? Bilmirəm. Ola bilərmi elə bir şey? Məncə hamı ola bilər. Yəni soruşmaq istəmirsiniz Aydanla? O açıqlamaq istəmirsə haqqıdır da. Yəni siz oradan da Səmra adı çəkilsə, Səmra eyni gülüşlə şounu tərk edəcək. Gələrəm sərsi gün yaxşı. Gəl əzizim, gəl. Səmra çox maraqlı oyun aparır. Çox maraqlıdır Səmra, çox. Səmranı bilmirəm, Aydanın vəziyyətini gəlin araşdıraq. Aydan bu dəqiqəyə səs faizi etibarilə belədir vəziyyət. Diqqət ekranlara. Aydan Axundzadə səs toplayır yoxsa gedir? 33,133% səslə Aydan Axundzadəyə qalsın deyənlərin səs faizi aşağıdır. Samir işarə eləyir ki, qaldırın səsləri. 66,167%. Talih Üzvəyev, buyur əzim. Mən Aydanla gələn gündən, yəni burada oyunumuz üst-üstünə düşdüyünə görə, yəni fikirlərimiz üst-üstə düşdüyünə görə öz izləyicilərimdən Aydana səs verməyi xahiş edirəm. Səs verin, qalsın Aydan. Bəli, Mənsur Şərif, buyur, diqqət. Mən də hər kəs salamlayıram, mən də Aydan xanıma dəstək oluram. Amma belə görürəm, Aydan xanıma torba tikənlər hal-hazırda Aydan xanıma çox qəşəng dəstək olurlar. Yox, Aydan xanımdan söhbət edir, üzr istəyirəm. Aydan xanım, mən də onda bir söz deyim. Burada 4 dənə xanım varsa, mən ən gözəl sizə balet edirəm. Mən şərəf duyaram. Onu deyiblər. Ona deyiblər. Gözəl xanımsınız. Ona deyiblər. Mənsuraydı. Mənsur, bir fikirləş, vaxtımız olacaq. Bəlkə... Buyur, Sərxan. Bilərəm. Niyə də... Siz çox danışırsınız, Nə? Mənə də bu lazım idi ki, mən sadəcə olaraq hədəf açıqlamadım və heç kimdən də dəstək istəmədim. Mən sadəcə müşahidə edirəm ki... Mən dəstək oldum, Aydan, söhbət o deyil. Mən dəstək oldum, sən mənim dəstəyimi qəbul etmədin. Mən heç kimdən qəbul etmədim. Niyə axı Talih dəstək oldu? Mən dedim ki, fakt, mən bir dəfə dedim, səndən qabaq dəstək istəyən Dilarə idi. Mən Dilarəyə də demişdim ki, fakt o deyil ki, mən mənim üçün səs istəyəni çıxartmayacam. Mən sənin ümumiyyətlə rəqib gözündə görməmişəm. Yəni bizim dəfələrlə söhbətimiz olub. Mən sənin şəklini, mən sənin şəklini naura atmışam. Yəni bunu çox da gözəl bilirsən. Özün bilərsən. Sadəcə olaraq mən... Çox gözəl oyunçudur, mən bir şey demirəm. Yox, bir dəqiqə, mən yenə də deyirəm. Çox soyuqqanlıdır Aydan. Heç nə hiss elə. Heç nə...
belə toxunmur ona. Nə xoş söz, nə pis söz toxunmur ona. Neçə gündür. Sinirləri o qədər rahatdır, o qədər sakitdir. Hətta bu nəticələri gördü belə 30 bəli. Rahat deyil. Yəni rahat niyə? %30% səs verən tamaşaçı, %30% səs verən tamaşaçı bu dəqiqə yəni dəstəkləyir. Yəni 3də 2 hissəsi dəstəkləmir. Bu böyük əksəriyyətdir. Aydan getmə ehtimalı yüksəkdir. Amma hamı özünü sığortalayır. Mən sizə xatırladıram ki, əziz dostlar, bizim şoumuz davam edir. Aydan Axundzadə qalacaq, gedəcək. Siz qərar verirsiniz. Çox həlledici bir gündür. Ya sabahdan böyük bir mübarizəyə şahidlik edəcək. Artıq bu mübarizə başlayıb. Dünən Allah verdiyi yol çevi yola salandan sonra artıq hamı çaşqınlıq içindədir. Bütün, belə deyim də, mülayim, sevən, deyib gülən insanlar artıq getdi. Həqiqətən də qüvvələr qalıb və altdan mübarizə çox böyük bir sürətlə davam edir. Dostlar, sabahdan isə LCY2-nin bütün mağazalarında Maşın Show'ya özel olaraq 50%'dək indirim kampaniyası başlayır. LCY2 tekstil sayesinde bir dünya brendidir. Siz LCY2 mağazalarından her yaş təbəqəsinə uyğun hər çeşitdə və hər ölçüdə geyimlər inanılmaz sərfəli qiymətlərə əldə edə bilərsiniz. Bu geyimlər ekoloji testdən keçilir və ISO sertifikatına uyğun istehsal edilir. LCY2'de hər həftə geyimlər heç bir insan faktoru olmadan avtomatik sistem üzərindən müasir texnologiya vasitəsilə endirimlərə düşür və LCY2 yaxşı geyinmək hər kəsin haqqıdır deyir. Mən xatırladıram ki, LCY2'də endirimlər başlayıb, faydalanın, bilin, harda gördünüzsə yeni il qabağı rahat hədiyyələrinizi alın. Və mən bildiyimə görə bizim şoumuzu izləyən çox əziz bir insan var mənim üçün. Azərbaycanımızın çox tanınmış rejissoru, aktyoru və hal-hazırda Türkiyədən bizi izləyir. Çox əziz dostumuz Kənan Əməm, Kənan Mahmudov. Bu dəqiqə Azərbaycanın aktyoru olaraq Türkiyənin Savaşçı teleserialında Yüzbaşı Bəxtiyar adlı bir obrazı canlandırır. Və mən buradan Kənan dostumuza, əzizimizə atəşli salamlar söyləyirəm. Onunla bərabər bizim şovumuza baxan Türkiyəli dostlarımıza qucaq dolu salamlar söyləyirəm. Biz bilirik ki, Kənan bu şoya baxır. Bizim əziz insanımızdır. Kənanı çox gözləyirəm burada imkan daxilində. Böyük məmnuniyyətlə bu şovda görək. Kənan, öpürük, qucaqlayırıq səni. Uğurlar olsun. Sənin uğurlarını həqiqətən sevinirik. Və çox gözəl bir aktör olaraq mən çox şadam ki, artıq sən bax belə bir gözəl zirvəyə ucaldın. Uğurlar olsun dostum, qardaşım. Təşəkkür edirik sənə. Mən isə böyük bir sevinclə, böyük bir sevgi ilə qeyd etmək istəyirəm ki, bizim şovumuzda çox gözəl bir insanlar var. Gəlişləri ilə bizə şərəf verdilər. Ədalət müəllim və Zemfir xanım, Əbdülsəmədovlar, bu gözəl cütlü bizim aktyorlarımız, əzizlərimiz bizimlə bərabərdir. Aktyor gözəl ictimaiyyəti adından burada iştirak edirlər və mən sualım onlaradır. Maşın reality showsunun özündə aktyorluq qabiliyyəti çox yüksək olmalıdır. Adətən akademik təhsil almış aktyorlar əlbəttə ki, çox rahat burada iştirak edirlər və hətta göstərirlər özlərini. Bax, görün bizim müğənnilər, televiziya aparıcılarımız və digərləri, onları peşəkar aktyor kimi siz qəbul edə bilərsinizmi, yoxsa yox? Mən hamıya uğur arzulayıram və haqq ədalət kimin tərəfindəsə qoy maşını o aparsın. Hamıya uğur arzulayıram. Şekspir demişkən həyat səhnədir. Oradakı bütün insanlar aktyordular. O insanlar orada aktyorluq etmirlər. Mən onları qeyd etmək istəyirəm. Onlar mübarizə aparırlar. Öz öz maşınları uğrunda və bu oyun deyil. Oyundur, amma onlar oyun oynamırlar. Mən istəyirəm ki, onlar oyun oynamasınlar. Teşekkür ederim əzizim, çok sağ olun. Ədalət müəllim, hansı qabiliyyət burada sizin fikrin, peşəkar insansınız, təcrübəli insansınız, hansı qabiliyyət burada çox önəm daşıyır? Nit qabiliyyəti mi, inandırmaq qabiliyyəti mi, obrazı keçmək məharəti mi? Bəli, mən də hamını salamlayıram iştirakçıları. ATV-nin bu uğuruna, M-Production'ın bu uğuruna çox sevinirəm. Burada bu gün iştirak edənlərin həm nit qabiliyyəti, həm aktyorluğu çox yüksək səviyyədədir. Bəli. Burada arzum budur ki, burada iştirakçıların hamısı, hər biri o maşına layiq insanlardır. Amma kim qazanar? Bəli.
azarkeşlik etdiyiniz insan var mı? Bəli, azarkeşlik etdiyim insan mənim həmkarım aktrisa Xəyalə xanımdır. Mən Xəyalə xanıma uğur arzu eləyirəm. Biz onunla bir filmə çəkildik, bir yol getdik, yaradıcılıq yolu. Orada böyük bir ekstrem yaşadıq. Mən o qadını orada tanıdım və ona uğur arzu eləyirəm bir daha. Çok teşekkür ederim. Əzizlər, minnətdarıq bir daha gəlişinizə görə böyük bir sevgiyle karşıladık. Çok sağ olun. Teşekkür ederim. Mən sizə xatırladıram ki, dostlar, bizim iştirakçılarımız bax bu yol keçir bir şey. Bəli, böyük bir yol keçirlər, amma eyni zamanda çörək də kəsilir. Bu çörək kəsmə məsələsi çox önəmlidir. Millətimizin adətləri, dəyərləri sırasında çörək kəsmək böyük bir şeydir. Biz çörəyimizi Paktadın xüsusi məkanında kəsirik. Ad günləri, ailəvi yığıncaqlar, korporativ məclislərini keçirmək üçün gözəl bir ünvan var. O da Paktad. Əhməd Didə, Nizami Küçəsi, Keçmiş Targov və ya Koroğlu Rəhimov ünvanında yerləşən bu restoranlara mütləq üst tutun. Yeni il artıq yaxınlaşır və Paktadda yeni il bayramı üçün ayrılan yerlərin sayı get-gedə məhdudlaşır. Odur ki, tələsin dostlar. Onu da deyim ki, maşın şounu tərk edən hər bir iştirakçıya Paktaddan bax belə bir 20%'lık endirim kartı hədiyyə olunur. Və bütün ulduzları, tanınmış simaları görmək istəyirsinizsə, tək və yeganə ünvan Paktaddır. Təşəkkürlər Paktad, bizim dostlarımıza minnətdarıq. Ulduz 77-78 nömrəsi. Və şoumuzun sonuna çox az vaxt qalıb. O deməkdir ki, biz Greenwich saatları ilə bütün iştirakçılarla bərabər, bütün ulduzlarla bərabər, qollarında taxtığı Greenwich saatları ilə vaxtımızı köklüyürük. Azərbaycanla Michael Kors, Emporian, Money, Tommy Hilfiger kimi 20'den çox dünya brendini bir araya gətirib Greenwich və saat.az saytında bütün asortimentdən tanış ola bilərsiniz və ilkin ödənişsiz, arayışsız və tək şəxsiyyət vəsiqəsi ilə 3 aydan 6 aya qədər faizsiz kredi şərtləri siz Greenwich'dən gözəl bir saatlar ala bilərsiniz ki, hansı ki 2 il beynəlxalq zəmanətlə sizə təqdim olunur. Əziz dostlar, ATV'də reklamlar dərhal sonra qayıdın bizə. Görək bu şou nə ilə bitəcək? Belə dostlar, Maşın Reality şousundayıq. Sonuncu yarım saatimiz qalıb və bu sonuncu yarım saat həlledici bir gecə. Aydan Axundzadə bugün şoumuzda aqibətə həll olunur. Aydan gedir və qalır. Bunu siz əziz tamaşaçılar həll edirsiniz. SMS nömrələri qarşınızdadır. Buyurun, boş SMS göndərin. Bütün mobil operatorların abonentləri. Aydan, Sərxan buyur. Mən bir daha deyirəm ki, Aydan Axundzadənin bugün, yəni ki, şouda qalıb qalmaması, yəni ki, o taleyi həll olunur. Qalsa da, qalmasa da, yəni onu tamaşaçılar qərarı verəcək. Çünki tamaşaçılar bizi bizdən daha yaxşı görürlər. Amma arada bu sosial şəbəkələrdə görməyənlər də olur. Yəni onlar səhv salırlar bəzi məqamları. Mən bir daha deyirəm, mən çox narahatam. Qızın adı nə idi? Xəyalə xanım biraz əsti, coşdu, öz üzərindən atdı yəni o şübhələri ki, yəni ki mən olmayım deyə. Amma mən ata bilmirəm o şübhəni. Çünki yəni xəyalə. Xəyaləni demirəm. Yəni xəyalə çıxdı, o stressdən çıxdı. Yəni öz şübhəsindən azad olundu. Amma mən azad ola bilmirəm. Xəyalə narahatçılıqdan keçdi, mən narahatam. Onu demək istəyirsən. Mən narahatam. Aydındır. Aydan buyur. Mən demək istəyirəm ki, mən bayaqdan hədəf kimi hər kəs özünü sığortalamağa çalışır reklam arasında. Mənə bu lazım idi. Burada bir çox iştirakçılar hələ özlərini nə bizə, nə tamaşaçıya tanıta bilməyiblər. Mənim hədəf deməməyimlə hər kəs özünü qoyur burada ortalığa. Mənə də o lazım idi. Mənə də qarşı o lazım idi. Maşın şou tarixində, yəni gəlmişəm, iştirak eləmişəm. Mən hələ yəni tamaşaçılar tərəfindən rəğbət qazanmayıb getməmişəm. Mən sadəcə olaraq, mən ondan qorxmuram. Mən bilirsiniz nədən qorxuram? Mən sadəcə olaraq mənim səhv salmağım, o şokoladları ki mən yedim ha, gözlərim belə çəp gördü. Mən özümü günahlandırıram. Sənin şəklini attığım üçün özümü günahlandırıram. Başqa bir şeyə görə yox. Və sənin elə başa düşürsən ki, mən özümü hədəf ola bilərəm deyə özümə bəraət qazandıram, sənə özümə şirin satmaq istəyirəm. Mən deyirəm, hər işdə bir xeyir var. Hətta mən sizə təşəkkür edirəm. Ümumiyyətlə danışmasın mənimlə bağlı olan söhbətlərdə. Çünki arada bir, yəni ki, sözlər belə gedir. Şamaxı belə bağlı. Səni deyib yollayıblar ora, bu bir. Biz o qədər axmaq deyilik. İkincisi. Nə qarıb yollayıblar? Səni deyib yollayıblar ora. O sənə elə gəlir, məni heç kim deyib yollaya bilməz. 4-5 dənə şokoladdan yəni belə davlerini oynayır ki, o boyda razmerdə fotoları sən səhv salsan yerini. Mən sadəcə olaraq Dilarə mənə orada bu boyda yüzlük olsaydı elə tapardım. Orada
kameraların qarşısında belə duran adamlar, yəni çəkənlər də görə bilər ki, mən o şəkli təsadüfən götürmüşəm. Yəni bu çox bir gözəl bir şeydir. Qoy bilsinlər, qoy sözümü kəsmədən kişi, bir dəqiqə deyəm. Sən kəsmirsən mənim sözümü, sən sözümü kəsmirəm. Olmayan şeydir sən ona görə. Özün danış. Birinci mən xalqımdan xahiş edirəm ki, bir dənə şey bilsinlər. Biz burada hamımız qalmırıq, bir nəfər qalır axırda. Amma hələ ki qaldığımız dövrdə mehribançılıq da var və beləcə rəqibliyimiz də var. O bir yana. Çox xahiş edirəm bir dənə şey bilsinlər. Birinci mənim üçün Aydan, ikinci Xəyali Əziz olub burada. Burada birincilik yoxdur. Çünki Aydan gələn birinci gündən öz mehribançılığını göstərdi. Müntəzəm də Xəyaləni tanımaya başladım, o biri qızları tanıdım. Və mən bu gündən xalqımdan, sevənlərimdən əlavə bütün xalqımdan xahiş edirəm Aydana dəstək olaq. Çünki Aydan layiqdir buna. Dəstək olub kimi çıxarsın? İxtiyarı kimə istəyir onu çıxarsın? O artıq özü biləcək. Demək istəyirdim, Mustafanı denəm də. Daha mısın deyə məni niyə mən belə başa məlumatlı insan kimi danışırsan. Ona görə deyirəm. İndi digərlərinin də narazılığının səbəbini anlayıram axı. Sən mənə şər atırsan. Xəyalə də deyir mənim adamımdır, mən tanıdığım adamdır, Aydan da onsuzdur. Sən mənim hisslərimi nə bilirsən? Mən səni yola salmaq istəyirəm. Deyirsən ki, o boyda böyük şəkillər. Təbii ki, sən məni yola salmayacaqsan. Sən buradakilərin hamısını yola salmaq istəyirsən. Mən də eyni də mən hamını yola salmaq istəyirəm. Bu maçda mənim də ehtiyacım var. Bu maçda hər bir kəsin ehtiyacı var. Amma ehtiyacı varsa gəlin normal oynayaq. Sən ehtiyacın var. Yalandan burada mehriban düşmanlar özümüzü göstərməyək. Sabahdan mən... Otaqlar tappadarap dağılır. Bir dənə Sərxanla Nazirdə deyib öz otağında yatan. Bilmir kimin otağında nə qruplaşır orada. Sonra sabah gəlib burada özünüzü gözəl göstərirsiniz. Qızların mərtəbəsi 5-cidir, oğlanların 4-cü. Mən 404-dən köçdüm sizin əlinizdən. Hara köçdün? Qızların mərtəbəsinə xeyir ola. Hamını köçürdülər ora. Hamını köçürdülər 5-ə. Mən köçməyəcəm, mən 4-də qalacam. Variant yoxdur köçəcək. Amma hər halda düşünürəm ki, Ramil dediyinə diqqət yetirin həmişə bu şouda. Ramil deyir və böyük bir suallara cavabdır hər zaman Ramilin dedikləri. İndi açıq-aşkar deyir ki, Ramil Nabran ki, bəs Aydanı dəstəkləyin. Ona görə ki, Aydanı gəldim, burada tanıdım. Ondan sonra Xəyaləni tanıdım. Aydana rahat dəstək olun. O deməkdir ki, Aydan nə Xəyaləni, nə əlbəttə ki, Ramilin özünü hədəf olaraq tanımır. Yəni, hədəf olaraq nə Ramil, nə Xəyalədir. Ona görə rahat deyir. Hal-hazırda Aydana səs toplatdırıb, güclü bir rəqiblərdən birini vurdurmaq istəyir sadəcə olaraq. Aydanın əlindən. Sərxan, sən özü güclü sayırsan. Biz səni belə saxlamışıq ki, biraz infarkt olasan. O sən elə gəlir. O sən elə gəlir. Biz səni bilə-bilə saxlamışıq. Aydan, Ramil, Xəyalə, bir də kim biz? Sərxan mənim hədəfimdir, xahiş edirəm ona toxunmayın. Mən özüm çıxartmaq istəyirəm. Sanki həzz alırlar, bax, oyun oynamaqdan, insanın qəlbi ilə oynamaqdan. Sərxan onu bilir, yəni, mən heç nə demirəm ona. Elşad Xose, Dilarə deyir ki, mənim hədəfim... Üz üstürəm. Xose Bernardo, üz üstürəm. Üz üstürəm. Dincəl, nə, rahat ol. Əsəbləriniz deyəsən, lap ən son xəttədir. Xose, üz üstürəm, buyur. Əsəblər tarıma çəkəndə insan belə olur, problem yoxdur. Mən buradan... İkinci dəfə Elşad Xose'nin adını çəkirim. Biz əziz dostumuz Elşad Xose'ni bura dəvət etməliyik. İnşallah. O da vaxtıyken çox maraqlı bir oyun göstərir burada Elşad. Buyurun Elşad. Salamlayıram. Adaşımı da salamlayıram. Bizə baxan Allah verdi mənim də salamlayım. Ona can sağlığı arzulayım. Amma ki... Allah verdi mənim də sevə-sevə oturub səni salamlayırım. Evdən, bəli. Buyur, Xose, buyur, diqqət. Bir söz deyim ki, məndən gözlənilən addımı inanıram ki, bu gün Aydan eləyəcək. Ona görə Aydana xahiş edirəm dəstək olaq. Nə gözlənilən addımı? Məndən gözlənilən addımı inanıram ki, Aydan bu gün atacaq. Yəni ola bilərmi ki, elə bir şey? Ola bilərmi ki, elə bir şey? Kimsə şovu başlamamış əvvəl, necə ki, dünən siz qələmə verdiniz də, Allah verdi müəllimin qərarına belə qələmə verdiniz ki, Allah verdi müəllim dedi ki, indi kiminsə çaşqınlığı falan olsa mənim adımı çək, eyb yoxdur. Siz də dediniz ki, mən heç kimi... Mən demişəm axı, bu şov əvvəlindən mən deyirəm ki, burada qruplaşma rəhbərləri bir-birinə reverans edir. Deyir ki, sənin üçün mən belə bir hədiyyə edəcəm, sənin adamlarından yox, digər adamlardan çıxardacam, sənə əl vurmadan. Mənə elə gəlir ki, burada əsas qruplaşma rəhbərlərin qruplaşmasıdır. Siz isə hamınız digərləri, o insanlardan savayı, onların əlində piyadasınız. Mən belə bir şey deyim, Hindistanda yaranıb da bu şahmat. Bu şahmat lövhəsində, şahmatda elə bir vəziyyət yaranıb ki, şahlar hər iki tərəfdən şah xəbərsizdir oyundan. Piyadalar xəbərsizdir. Bu vəzirlərin oyunudur.
həm bu qruplaşmanın vəziri, həm digər qruplaşmanın vəziri birləşiblər. Onlar birləşiblər. Hərə öz məqsədini güdür, hərə öz siyasətini güdür və öz şahını istədiyi şey, o digər tərəfin vəziri ilə danışdığı şəkildə yürüdür fikirlərini. Ona görə belə bir vəziyyət yaranır. Mənə elə gəlir ki, Xosenin dünən çıxıb demək, Allahverdi müəllimin adını çəkmək təsadüfi deyildi. Hədəf başqa olmalıydı. Sadəcə sonda, axı dedi, indi də dedi Xose, fikir verdinizsə sözünə, dedi ki, məndən gözlədiyi bir şeyi aydan edəcək. Demək, sonda göz vuruldu ona ki, çıx, Allahverdi müəllimi çıxardı. İşim yox ondan. Yaxşı. Bəlkə də son saatları nəzər tuturum. Sonda deyəndə şounun sonunda deyil. Madəm Allahverdi mənim özü dilinlə istəmişdisə, ondan bir gün qabaq mənim üçün həkim gəldi. Məndən nə qədər iynə dərman vurdu. Elə məni çıxardardınız da, madəm belə xahiş olunanda qulaq asırsınızsa. Bir daha o bəhanədir. öz sözlərimin təsdiqinə mən bir daha Minanın buradan çıxmağını yadıma salıram. Ona görə ki, Mina buradan çıxıb getmək istəmirdi. İstəmirdi. Mənim yadımdadır ki, mən canlı yayımda dəfələrlə ondan soruşdum ki, Mina, amma Minanı kimsə inandırdı. Bilmirəm, bəlkə yanında dayananlar, bəlkə oradan maşının o biri tərəfindən, bilmirəm kim. Amma Mina çox yaxşı qızdır. Çox bəli, yaxşı. əlbəttə yaxşı insandır. Amma siz qurdunuz bu oyunu ki, bu insan artıq burada deyil. Biz bu səhərdən şokoladdan danışırlar ki, şokoladlar elə təsir göstərdi. İnanın mənə, həyatda, xarici görkəmdən başa düşürsünüz ki, mən əlbəttə yeməkdən başa çıxan bir insanam. Ya da ki, əksində başa çıxmayan bir insanam, hər şeyi yiyirəm. Amma Daskalidis şokoladları Belçikanın mükəmməl bir şokoladlardır. Çox lüks brendidir və Daskalidisdə əməkdaşları bizimlə bərabər oldular. Gəlin bu süjetə baxaq, sonra qayıdaq. O həmən bu səs verməyə təsir göstərən şokoladlar hansı şokoladlarıydı? Daskalidis, diqqət ekranlara. Daskalidis Belçikada 1931-ci ildə yaradılmış klassik bir şokolad evidir. Azərbaycanda isə 8 ildən artıqdır ki, fəaliyyət göstərməkdəyik. Məqsədimiz isə Belçika ənənəsinə əsaslanaraq yüksək keyfiyyətli əsl premium şokoladları müştərilərimizə təqdim etməkdir. Mağazamızda isə 70-dən artıq bizim premium şokolad növlərimiz var. Xüsusilə qeyd eləmək istəyirəm ki, biz diabet xəstələrini unutmadıq. Onlar üçün şəkərsiz bizim dietik şokoladlarımız da mövcuddur. Ən əsası isə əminliklə deyə bilərəm ki, hər növdə hazırlanmış bizim hədiyyəlik qutu və səbətlərimiz, toy mərasimləridir, nişan mərasimlərinizdə, ad günləri, korporativ yığıncaqlarınız, bəli, xına mərasimlərinizin, eyni zamanda digər bayram tədbirlərinizin əsl bəzəyinə çevriləcəkdir. Məhz bu dediklərimdən daha artığını görmək üçün, eyni zamanda əsl premium şokoladımızın dadına baxmaq üçün sizləri Bakı şəhəri Səməd Vurğun küçəsi 166C ünvanında yerləşən mağazamıza dəvət edirik. Təşəkkür edirik. Mən isə xatırladıram ki, mübarizə məhz bax bu avtomobil uğrundadır. Nurgün Motorsu bizə təqdim etdiyi Nissan Kicks unikal dizayn, yüksək konfor, qabaqcıl texnologiyaları və etibarlı təhlükəsizlik sistemləri hamısı bir arada. Əziz dostlar, Nissan Kicks'i Nurgün Motorsun salonlarından əldə edə bilərsiniz. Siz də ulduzların mübarizəyə qatıldığı bu avtomobilin sahibi ola bilərsiniz. Naqd və ya kreditlə əldə etmək mümkündür. Dekabr ayının sonuna qədər 5500 manatdan başlayan ilkin ödənişlər və 10.000 manata qədər olan endirimlərdən yararlana bilərsiniz Nissan'la bərabər. Nurgün Motors Nissan avtomobillərinə 5 il və ya 155.000 kilometr rəsmi zəmanət verir. Həyəcanlandıran innovasiyalar bu Nissan'dır. Şou bitəndən sonra dünən Allahverdi Yolçiyev düzdür şounu tərk etdi, amma bizimlə qaldı bərabər. Ona görə ki, ayrılmaq istəmədiyi bir məkan oldu. Bu da Bridge Group of Companies-ə tərkib hissə olan Xəzər dənizi sahilində yerləşən Bakıda ilk apartment formasında inşa edilən Homebridge Hotel Apartments'in binasıdır. 2016-cı ildə fəaliyyətdədir. Unikal memarlıq ilə seçilən bu otel uzun müddətli qonaqlamaq üçün nəzərdə tutulan gözəl bir məkandır. 65 ədəd eyni adda studiyo otaqlardan ibarətdir. Mən ömrüm boyu otellərdə qalmış bir insanam. Yəni uzun illər hələ KVN vaxtından və digər həyatımın
bəli, fəaliyyəti vaxtı mən ömür boyu otellərdə qalırdım. Bu Homebridge oteli həqiqətən tam fərqli bir məkandır. Birincisi, otaqlar çox böyükdür. Həqiqətən böyükdür və çox rahatdır, studiya otaqlarıdır. Və mən bu fürsətdən istifadə edib Bridge Group of Companies-in rəhbərliyinə dərin təşəkkürlər bildirirəm. Yaqub müəllim Hüseynova dərin təşəkkürlər və bu Homebridge otelinin bütün əməkdaşlarına minnətdarım. Uşaqlar çox əziyyət çəkirlər bizim üzerimizdə, sağ olsunlar. Gecə-gündüz yatmırlar, ona görə ki, bizim iştirakçılar gecə-gündüz yatmır. Amma yatmağa dəyər, çox rahat məkandır. Sağ olsunlar, minnətdarıq, çox sağ olun. Və hər şounu tərk edən şəxs, bax, belə bir gözəl hədiyyə ilə ayrılır bizdən. Bu, Rabitə Bankın, bax, belə bir gözəl kartlarıdır. Black Edition kartları dünyanın mindən çox hava limanında VIP lounge'lara keçiddir və gözəl bir imkanlar yaradır. VIP konsiyerj xidməti və digərləri. Bütün bunlar Rabitə Bankın təqdim etdiyi bax belə bir gözəl Black Edition kartlarında. Rabitə Bank xidmətləri sırasında çox fərqli bir bankdır və 25 il ərzində bütün Azərbaycan xalqının və Azərbaycanda fəaliyyətdə olan şirkətlərin, fiziki şəxslərin rəğbətini qazanmış bir təşkilatdır. Biz etibar etdiyimiz bankdır. 25 iliniz mübarək. Rabitə Bank, təşəkkür edirik dostlar. Biz dünən elan etdik ki, Bakının ən məşhur küçələri biri olan Nizami küçəsində geçmiş bu Targov küçəsi kimi adı tanınan küçədə böyük bir optimal flagman dükkanı var və iştirakçılarımız bugün orada olublar. Çalışırıq hafta vaxtını daha maraqlı geçirsinlər. Gəlin o süjetə baxaq və sonra qayıdıq bizə. ...71 Optimal mağazasında belə bir yeni yolkamız var və 2019 hədiyyə üstəgəl endirim kampaniyamız. Bu cür kuponlar var. Bunların içində müştəri alış-veriş etdikdə, nağd və ya kreditlə istənilən məhsulu alış-veriş etdikdə yaxınlaşaraq bu kuponlardan götürür və özü açır. Kuponlarımızda ya 20% alış-veriş məbləğinin 20% dəyərində hədiyyə var, ya 19% dəyərində endirim olunur həmin məhsula. Bir də jackpot var, hansı ki ikisi bir yerdə. Həm 20% hədiyyə, həm də 19%. Bəli, bu mehribançılığın qarşısında necə dayanaq? Aydan Xanzadə, yaddan çıxartmayaq ki, şounun sonuna çox az vaxt qalıb. Aydan, buyur. Təbii ki, artıq çox vaxt daralır. Mən bayaqdan müşahidə edirəm. Artıq oyuna atılmağın vaxtıdır. Bu vaxtacan mən gələndə kimsə yaxınlaşıb məni şəklimi atın, məni uzaqlaşdırın, məni belə eləyin deyəndə mən deyirdim, sən kimi hədəf seçəcəksənsə, o insanın xəbəri olmalıdır. Gəlin mərdi-mərdanə açıq oyun oynayaq. Olmadı, alınmadı. Mən bugün özüm tribunadayım və Xosenin də dediyini yəni mən təsdiqləmirəm, nə mənada. Xosenin mən dünənki hədəfini bilmirdim. Bilmədiyimə görə mən bilmirəm o kimi çıxartmaq istəyirdi. Amma mən tamaşaçılara üst tutub demək istəyirəm ki, mən bugün dünən Xose oyunçuların istəyini yerinə yetirdi. Mən isə bugün tamaşaçıların istəyini yerinə yetirmək istəyirəm. Ona görə də səs verin, bu şouda qalım. Bu tamaşaçıların istəyini bir tək Aydan Axundzadə hardan bilə bilər? Təkcə mən bilmirəm. Divarların da qulağı var. Bəlkə tamaşaçılara bu başdan deyək onların istədikləri nədir? Bəlkə tamaşaçılar bir başqa bir şey verəcək. Deyəcək, əzim, sən bizə görə, niyə görə həll edirsən bizim qərarımız? Yox, mən buradan yəni ismarıc göndərdim. Onlar yəqin ki, çox
çox faizi artıq bilir mənim nə demək istədiyimi. Yəni əgər yazdıqları, danışdıqları düzdürsə, mən bugün tamaşaçıların istəyini yerinə yetirmək. Yəni sosial şəbəkələrdən söhbət gedir. Bəli, bəli. Sosial- Oyuna olan münasibətdən və işte, tamaşaçıların belə deyək də iştirakçılara qarşı münasibətinə üzr istəyirəm. Bəli. Bəli, yekun nəticələrdən öncə bax bu həlledici nəticələr deyil, amma sonuncu dəfə səs verməyin gedişatını gəlin açıqlayaq. Baxaq görək bu dəqiqə vəziyyət nə yerdədir? 29,95% səs verən tamaşaçı qalsın deyir. İndi tamaşaçılara bəlkə açıqlayaq o adı, yoxsa yox. Mən belə başa düşürəm ki, sosial şəbəkələrdən söhbət gedirsə, bizim Instagram səhifəmiz var, bizim YouTube kanalımız var, bizim nə bilim Facebook'da və digər sosial şəbəkələrdə var. Mən bildiyimə görə tamaşaçılar istəmədiyi iştirakçılar sırasında birinci pozisiyada kimdir ben bilmirəm. Kim ola bilər? Əlbəttə elədir. Nazilə Səfərli. Nədənsə mən tamaşaçı... Bəli. Doğrudan Samir təəccübləndir belə. Məncə 3 nəfər var. 3 nəfər var. Sərxan Kənamoğlu, Nazilə Səfərli birincidir orada. Mən bilirəm, mən də arada uşaqlar məlumat verirlər. O üzündə oxumasa. Və Samir Cavadzadə. Mən belə düşünmürəm. Nazilə Səfərlinin adı çəkilir. Sərxan Kənamoğlu'nun adı çəkilir. Bir də kimin? Sosial şəbəkələrdə o oturan insanlar və narazılıq bildirən insanlar küçədə restoranların qabağından keçib Wi-Fi axtaranlardır. Onlar bizim şoya səs göndərən deyil. Onlar bizim şounun taleyini həll eləyənlər deyil. Həll eləyənlər intellektual səviyyəsi olub televiziyanın qabağında oturub bu dəqiqə ATV-ni izləyən insanlardır. Bizə o insanlar lazımdır. Sosial şəbəkələrdə olan insanlar mənə lazım deyil. Mənə elə gəlir ki, biz burada bunu ayıra bilmərik və Wi-Fi axtarmaqla digər insanın dəyərləndirmək düzgün deyil. Biz özümüz də xaricdə olarkən bir yerə gedə, indi nar abonenti olmasaq, o zaman çətinlik çəkir. Nar abonenti isə o problem deyil, amma nar abonenti üstündə biz də gedib Wi-Fi axtarırıq. Burada böyük bir qəbahət yoxdur. Başqa bir şey var, mən istəyirəm buna aydınlıq gətirim. Bizim tamaşaçılar çox maraqlı insanlardır. Bilirsiniz ki, Maşın Şoya rekord səviyyədə insanlar baxır. Maşın Şou reytinqlərinə görə rekordlar vurur və mən bu tamaşaçıların əziyyəti, onların sayəsində, onların diqqəti sayəsində mümkündür. Çox sağ olsunlar, baxırlar bizə. Amma bir başqa məsələ var. Sərxan dediyində bir cür həqiqət var ki, insanlar, səs verən tamaşaçılar bir cür insanlardır. Yəni, bir cür rəy bildirir. Ümumiyyətlə, səs verməyən insanlar başqa cür. Bu maliyyə bariyeri deyilən bir məsələ var. Əlbəttə, danışanlar çox ola bilər, rəylər müxtəlif ola bilər. Bu şərt deyil ki, Nazilə və ya Sərxan sevilməyən bir adamlardır. Xeyr, mənim özümü də sevməyənlər ola bilər, yəni digərlərində. Bəli, bu fakt deyil. Fakt bugün olan Aydanın səs verməsidir və adını açıqlamadığı, hədəfini açıqlamayan Aydan bu dəqiqə səs toplaya bilmir. Sonuncu reklam blokuna ayrılırıq. Bu reklam bloku ərzində siz nə səs versəniz, nəticələr çox az vaxt qalıb. Xatırladıram ki, vaxtımız get-gedə daralır efirdə. Səs verin və rəy bildirin və bu şounun bugünkü gecənin qərarını siz verin əziz tamaşaçılar. Görüşənəyə qədər. Maşın reality şousundayıq əziz dostlar. Xatırladıram ki, yalnız narın full tarifində siz istədiyiniz anda dəqiqələrinizi megabayta, megabaytlarınızı isə dəqiqələrə çevirə bilərsiniz. Bu yalnız full tarifində çevir xidməti vasitəsilə mümkündür. Dostlar, bu nə deməkdir? Məsələn, sizin danışıq dəqiqələriniz bitib, lakin internet megabaytlarınız qalıb. Siz də vacib bir məsələyə görə zəng etməlisiniz. Ödəniş etməyə ehtiyac yoxdur. Dostunuzdan telefon istəməyə ehtiyac yoxdur. Sadə bir şifrəni yığmaqla qalan megabaytlarınızı dəqiqəyə çevirib rahat şəkildə danışa bilərsiniz. Bütün bu məlumatlar 777 nömrəsində 24 saat ixtiyarınızdadır. Nar abunəçiləri rahat məlumat ala bilərlər. Və xatırladıram ki, 18 yaşından yuxarı olan nar abunəçiləri 70-77-yə pulsuz SMS göndərin. Sizin aranızda bir bəxtəvər seçiləcək ki, Maşın reality şousunun iştirakçıları da bərabər vaxt keçirəcəksiniz. Çünki nar deyir ki, çünki daha çoxuna layiqsən. Çox sağ olsunlar.
bizim bu günlərdə Maşın Reality Şousunun həyəcanını bir həyəcanla da əlavə edirik. Biz Aydan Axundzadənin şouda qalıb qalmamaq məsələsini bugün araşdırırıq və qərarı tamaşaçılar verir. Dəqiqələr qalıb şounun sonuna. Aydan, bəlkə ürək sözləri, bəlkə bir hədəf açıqlamağın və bir şey varmı? Hədəfi sonuna qədər açıqlamayacağım. Diqqət. Hədəf o zaman açıqlanacaq, sonda. Səs yığsan da açıqlanacaq, yığmasan da açıqlanacaq. Mən onu deyib gedəcəm, əgər gedəsi olsam buradan. Aydan Axundzadə, bu iştirakını itirmək mümkün deyil bugün, amma yenə də, əziz tamaşaçılar, siz bilirsiniz və siz deyin. Xatırladıram ki, Maşın Reality Şousunun bugünkü gecəsində Aydan Axundzadə hədəf açıqlamadan mübarizəyə qatılıb davam edir. Hamı özünə bəraət qazandırmaq istəyir şouda, hamı nəsə demək istəyir, amma məlumat yoxdur. Kiminsə təhlükə ehtimalı ilə üzləşmək varmı şübhəsi? Yəni bu kimsə sonunda bir ürək sözlərini deyə bilərmi? Xəyalə başlamışdı bu marafonu, sonra özü də sustu, ona görə ki, hiss elədi ki, ya da sığortalandı, rahatlandı. Sığortalanmadım. Gözləyirəm. Gözləyirsən yenə də. Neyini? Neyə Hədəfini bilərəm? açıqlamadı. Təhlükədə mənəm. Təhlükədə o neynəməliyəm ki, qızın şəkilini mən atmışam da. Mən də atmışam da. Da neynəməliyəm ki, bundan artıq. Adam mənə günlərdir burada deyir ki, mənim şəkilimi atanda mənim xəbərim olsun. Axır kimisə şəkilini atmalıdır. Yox, bildim, amma o adam düzdür. Adətən burada şəkli atanda onlar hədəf olmurlar. Mənim şəklim... Biraz o qəribədir. 9-umuz birdən Bilirsiniz, şounu fikirləşəndə belə fikirləşmişdi əslində qalsa. Əvvəllər belə idi, insanlar şəkil atırdılar və onun insanı görmək istəmədiyi halda şəkil atır. İndi əksinə idi. İndi ora çıxardırlar insanı ki, sən çıx, səs topla. Bəli, biz səsə qayıtdıq, bəli. Birinci şoularımıza. Buyurun, Nazirə xanım. Aydan. Bugün, bilmirəm. Hədəf kimi çıxardıblar ora. Çıx ora, səs topla, get deyə yox. Yox, yanılırsan. Yəni oyunu birbaşa mən eləmişəm bunu. Yəni mən etiraf elədim. Yəni mən kəşfiyyat topladım. Gördüm ki, bir səs var. Dedim, ikincini mən atım. Ola bilər, Aydan çıxsın. Və təsadüfən də Sərxan atdı. Bir səs kim idi? Bir səs var idi. Yox, soruşdum axı. Sən özün də etiraf elədin. Mən ora gedib gələndən sonra bildim mən. Demək, onda siz Sərxanla danışmışsınız da bunu. Yox, çünki mən ora gedib səs verəndən sonra dərhal gəldim. Ancaq qulağına dedim ki, mən ona səs verəcəm. Demək, siz danışmışsınız da onda. Burada yatıb həmin o vaxtı. Heç kimdən danışmayır. Aydan, bunu sənə mən etmişəm. Sənin səsini mən şəkildə ora mən atmışam. Və sənin əlinlə getməyi də özümə şərəf bilirəm. Mənə bu zövqü yaşat. Bu qədər. Rajda getdi, gəldi, dedi ki, Mansurun şəkilini atmışam. Üçüncü kimdir? Mən Xosey. Sən bilirdin ki, şəkilini atılır. Yox, oradan bilirəm. Aydan şounun sonuna dəqiqələr qalıb və Aydan bir maraqlı açıqlama verir ki, şübhələr var ki, Aydanı bilə-bilə atıblar. Aydanın ixtiyarından kənar atıblar bura və bunu işini quran... Belə çıxır ki, biz üçümüz qruplaşmışıq, dördümüz daha doğru qruplaşıb səhədət çıxardırıq. Aydan çıxıb ora başqa adam çıxardırıq. Aydanın icazəsi ilə atmışsan, onun birinə görə almamışam. 30% bu işi sən görürsən. Amma oyunu elə fıratdılar ki. Ranar çıxa bilər. Yox, məndə hər şey tərsinə başlayır. Mən çıxmal idim da, yəni şeydə, məşqdə gələndə. Əslində mən çıxmal idim bugün. Çox qəribədir ki, çox qəribədir. Mən çıxmaq istəyəndə məni çıxardırlar, amma mən çıxmaq istəməyəndə məni çıxardırlar. Çox qəribədir. Güclü kəşfiyyat var və mən bunu oynadım. İstəyir pis oyuncu olum, istəyir yaxşı oyuncu olum, getməyimi çox istəyərəm sizin əlinizlə. Aydan xanım. Ortada söz alıb söz gətirməyi var. Çox qəribədir. Çünki mən çıxmaq istəyəndə məni atmırlar, çıxmaq istəməyəndə məni atırlar. Burada bilirsən ən maraqlı. Əziz dostlar, Səni tanıyaraq gəlmişəm. sonuncu dəqiqələr qalıb. Mən xatırladıram ki, bu sonuncu dəqiqələrdə də axırıncı təşəkkürlərimiz var. Völteri.com-un əfsanəvi telefon günləri aksiyası çərçivəsində hər gün yalnız bir model telefon inanılmaz qiymətə təklif olunur. Sabah dekabrın 21-i Samsung Galaxy A7
cəmi 659 manata olacaq. World Telecom sərfəlidir. 2555 nömrəsi WT.az saytı World Telecom'un Instagram səs verməsi də davam edir. Aydan Axundzadə orada səs toplasa 100 səs olaraq Aydanın xeyrinə yazılacaq. Əziz dostlar, siz isə tələsin, sabahdan LCY2-nin bütün mağazalarında Maşın Show'ya özel olarak sağ olsunlar. Bizim için özel olarak ve bizim tamaşaçılar için özel olarak 50%'e dek indirim kampanyası başlayıp LCY2'nin en esas özelliklerinden biri odur ki siz bu brendden aldığınız bütün giyimleri 14 gün ərzində hem değiştirə hem de geri qaytarıb pulunuzu alabilirsiniz. Bu əsl doğru bir iş qaydasıdır ve LCY2'de bak burada bizim alıcıların hüquqlarını qoruduğuna görə minnətdarımı bildirirəm. LCY2 yaxşı geyinmək hər kəsin haqqıdır. Həmişə olduğu kimi, bəli, bu sonuncu səs vermənin bəli, artıq bir neçə saniyə qalıb. Mən isə ənənəvi olaraq xatırladıram ki, sabah biz Murad Boz'un konsertini beraber yaşayacak. Düzdür bir stüdyoda olacak. Bakı Kongres Merkezi'nde olabilmeyecek ama Murad Boz'a ve onun komandasına ateşli salamlar söylüyor ve uğurlar arzuluyoruz. Xoşbaxt, bəxtəvər konsertdə olan insanlar əminəm ki, həzz alacaqlar. Ənənəvi Anar Ağakişiyeva təşəkkürlər. Büyük Akademi Baku TV'də bütün baş verən hadisələri görəcəksiniz. Mən isə səs vermənin gedişatında bir işarə gözləyirəm. Stop. Stop. Bu da səs vermə dayandı. Artıq səs göndərməyin və çox xahiş edirəm səslər toplansın, hesaplansın. Aydan Axundzadənin bugünkü qərarı kim olacaq? Hamımız bərabər baxacağıq. Hamımız bərabər bunu görəcəyik. Mən bugün burada tək deyiləm. O barədəki Emiləndin geyimləri tək mənim üzərində deyil. Hətta əziz insanlar, demək, Nazirə xanım da Emiləndin Woman Collection'dan giyinir. Mən isə Emiləndə ənənəvi olaraq öz təşəkkürümü bildirirəm. Çox sağ olsunlar, çox sağ olsunlar. Emilənd Modalar Evi Azərbaycanda artıq neçə illər ərzində fəaliyyət göstərir. Böyük uğurlar qazanıb Azərbaycan vətəndaşları, hətta xarici vətəndaşlar Made in Azərbaycanı fəxrlə giyinirlər. Ona görə ki, hər birinin arxasında böyük bir insan əziyyəti, əməyi var və böyük bir kollektivin bizimlə qardaşlıq, dostluğu var. Minnətdarıq bizə baxan bütün dostlarımıza ateşli salamlar söyləyir studiyamızdan. Aydan Axundzadə bu qədər. Yaxınlaşın mənim yanıma. Aydan Axundzadə çox çətin mübarizəyə qatıldı. Aydan Axundzadə bugün tək başına mübarizə apardı. Və mən elə başa düşürəm ki, şounun sonunda maraqlı bir açıqlama verdi. Dedi ki, nə qədər hazır olsam da və özümü sınamaq istəsəm də burada, bugün mənim bura çıxışım mənim üçün təsadüf idi. Və məntiqi olaraq da dedi ki, mən istəyimlə çıxsaydım, əvvəlcədən açıqlayacaqdım hədəfimi. Amma o halda ki, məni özləri atdılar ortaya. Mən onda bu adı açıqlamayacağım və sona qədər də sözün üzərində dayandı. İndi gəlin baxaq görək, tamaşaçılar nə deyir? Kimi çıxartmaq hüququnu verir və ya ümumiyyətlə vermir Aydan Axundzadəyə? Bütün diqqətlərimiz bu dəqiqə ekranlara, hamı həyəcan içindədir. Ranar, Xəyalə, Səmra, Mənsur, Dilarə, Sərxan, Nazilə, Ramil, Xose, Talih, Samir və Aydan Axundzadə. %72% səs. Aydan Axundzadə. Sözünüzün, ismarıcınızın və üzərinizdə qurulan oyun
qələbə çaldı. Amma sizin sözləriniz bugün təsirləndirici olmadı ola bilsin. Mənə elə gəlir ki, hədəf açıqlamamağınız bir növ sizə bugün problem yarattı. Amma yenə də fikirləşirəm, bugün siz uduzmadınız. Sizi uddular, belə deyim. Bilə-bilə sizi buradan kənarlaşdırdılar. Və diqqətlə bizim bu şounu qaçıran insanlar, YouTube kanalımızda diqqətlə baxsanız, şounun ən axırıncı dəqiqələrinə qədər o insan açıq etiraf elədi. Bunu quran insan açıq etiraf elədi ki, bunu mən eləmişim. Bilə-bilə. Baxın və hər şey özünüz başa düşəcəksiniz. Aydan Axundzadə, mənim üçün çox çətindir sizinlə vidalaşmaq. Ona görə ki, nəinki yenə deyirəm, sizə çox böyük hörmət bəsləyirəm, çox böyük bir sevgiyle. Amma eyni zamanda hesab ederim ki, bugün maşın ətrafında biz itirdik. Çox savadlı, bilən, məntiqi düşünən bir insanı itirdik. Maşın əldən getdi. Sağ olun Nəzir. Sağ olun, biz vidalaşırıq və əlbəttə ki, hamımızın intriga bildiğimiz bir mesele var. Siz dediniz ki, qalsam da adı çəkəcəm, qalmasam da. Səfərli idi və biz əlbəttə buna... Üzr istəyirəm, bir də onu deyim ki, mənim əvvəldə tam dəqiq hədəfim siz deyildiniz. 2 nəfər var idi ağlımda. Sadəcə olaraq oyun ərzində mən özüm üçün dəqiqləşdirdim. Çox sağ olun. Bunu Nazilə Səfərli hiss etdi əvvəlcədən. Xəyalə soruşu ikisindən ikincisindən biri mən idim mi? Mən ancaq son hədəfim açdım. Tam doğru. Bu artıq vacib deyil. Nazilə Səfərli, Sərxan, Dilarə və digərləri. Aydan Axundzadə ilə vidalaşma anımız gəldi, çatdı. Aydan, uşaqlar da vidalaşa bilərsiniz. Bu 3-cü mübarizə günü, Nazilə Səfərlinin 3-cü mübarizəsidir. Və yenə də bu mübarizədən qalib ayrılır. İlk iri itkilərlə üzləşəcəyik. Bu gecə ərzində Nazilə Səfərli və ona yaxın olan insanlar və digər mərkəz, mən belə başa düşürəm, Samir Cavadzadə və ona yaxın olan insanlar bir araya gəlsələr, onlarla bir olmayan fikrimcə Ramil Nabran, Elşad Xose və digərlərinin bir öz qanadları altında, Xose Bernardo'nun öz qanadları altına götürə bilsə, Talih Yüzbəyov, Mənsur Şərif, Səmra, Xəyalənin özü bu insanları, indi bu insanlar üzərində mübarizə gedəcək. Biz şovdan ayrılırıq, Aydanla sağolaşırıq. Aydan Axundzadə görüşənə qədər, ən yaxın müddətdə görüşənə qədər. Təşəkkür edirik. Aydan Axundzadə şovunu tərk edir, səs toplamadan çox təəssüf. Sabah 22:00'da ATV telekanalında yenə də bərabər olacaq. Qaçırmayın. Sabah çox vacib bir gündür. Çox böyük bir mübarizədir. Görüşənə qədər. Gecəniz xeyrə qalsın.